Salam dəyərli dostlar, hər birinizi xoş gördük. Kadr arxası verilişinin növbəti buraxılışında hər birinizi salamlayıram. Yeni həftəmizdir, yeni həftənin ilk günüdür. Qoy uğurlu olsun, düşərli olsun. Elə həftənin ilk günü də qaynar xəbərlərlə başlayıb, həm qonşu ölkələrdə, elə əsasən qonşu ölkələrdə, dünyanın bir çox yerlərində biz çalışacağıq onlara aydınlıq gətirək. Qoy həftəmizin o ilk verilişi uğurlu olsun, düşərli olsun. İnformativ olsun, sizdən maariflənəsiniz, nəticələr çıxarasınız, bəzi qaranlıqlara aydınlıq gəlsin. Qonağımız da hamımıza yaxşı bəlli olan siyasi analitik Bünyamin Qəmbərlidir. Xoş gördük Bünyamin. Xoş gördük olsun səhv. Bir çox verilişlərdə oldunuz, yorğun olsanız da məcburuq, bizim işimiz oldu ki, suallarımızı verək, onlara cavab alaq. Bəzi suallar var ki, onların da cavabı sizdədir. Salamlaşın, başlayaq. Səbəb bəy, sizi də, bütün izləyicilər də salamlayıram, şəhidlərimizi rəhmətlə, minnətlə yad edirəm. Həm quzeydə, həm güneydə yüzlərlə soydaşımız həbsxanalardadır, onlara azadlıq arzulayıram ki, bizlə birlikdə bütün Böyük Azərbaycan uğrunda mübarizəyə qoşulsunlar. Amin. Başlayaq elə gündəmdə olan Ermənistandakı seçkilərə. Artıq şübhəsizdir ki, Paşinyan seçildi. Hətta bəzi variantlar var ki, düşündüm ki, ondan sonra gələn, çiçəklənən Ermənistan və Erməni arzusu partiyaları koalisiya yaratsa Paşinyan yenə bilərmi? Əvvəl belə bir qorxum var idi. Qorxu deyəndə narahatçılığım. Amma gəldi, yəni onların ikisinin cəmindən də artıq səs topladı. 50%-də keçdi. Hələ səs vermə bizim bu veriliş çəkdiyimiz məqamlarda hələ tam başa çatmayıb. Bu axşama yəni ki, daha dəqiq olar. Gözləntiniz nədir? Düzdür, öncədən deyirdik, siz deyirdiniz, Paşinyan seçiləcəyi qaçılmazdır, amma yenə seçildi və bundan sonra nə olacaq? Mən Səbuhi bəy, burada Paşinyan seçildi fikrini mən doğru hesab eləmirəm. Mən məsələni bu cür qəbul edirəm ki, Ermənistan əhalisi, erməni xalqı nəyə səs verdi, kimə yox? Nəyə səs verdi? Misal üçün, Paşinyan Kasaryanın mövqeyində olsaydı o səsi qazanılmazdı. Deməli, Paşinyana səs vermədi. Erməni xalqı o mövqeyə səs verdi. O ideyanı dəstəklə. Bəli, burada nədir? Misal üçün, Paşinyan nə ilə getdi seçkiyə? Hansı fikirlərlə? Birincisi, dedi ki, Qarabağ bizim deyil, Qarabağ Ermənistanı dövlət olmağa qoymayan buxovdur. Biz Qarabağdan imtina edirik. Bundan getdi seçkiyə. Deməli, erməni xalqı Qarabağdan imtinaya səs verdi. Paşinyan dedi ki, 30 il Rusiya Qarabağ məsələsi ilə Ermənistanı dövlət olmağa qoymuyor. Biz Qarabağdan imtina edirik, yəni Rusiyadan imtina edirik, getdi seçkiyə uddu. Deməli, erməni xalqı Rusiyadan imtinaya səs verdi. Qəlbət ki, heç inanılmaz idi əvvəldə. Bəli. 10 il, 15 il qabaq inanmazdı. Paşinyan rüşvətin əleyhinə getdi. Rüşvətxorluğun. Deməli, erməni xalqı rüşvətxorluğun əleyhinə səs verdi. Korrupsiyanın əleyhinə səs verdi. Monopoliyanın əleyhinə səs verdi. Paşinyan söz azadlığı yaratdı. Deməli, erməni xalqı söz azadlığına səs verdi. Paşinyana səs vermədi. Söz azadlığına səs verdi. Müəllif kimi. İnsan hüquqlarına səs verdi. Qanunun aliliyinə səs verdi. Avropaya səs verdi. Azərbaycanla sülh müqaviləsinə səs verdi. Erməni xalqı buna səs, Paşinyana səs vermədi. Baxın, mən deməli 21-ci ildə Paşinyan növbədən kənar seçkilərə gedəndə, mən Laf TV-də çıxış edəndə dedim ki, Paşinyan udacaq. Çünki niyə? Paşinyan Rusiyanın əleyhinə kampaniya aparır. Erməni xalqı Rusiyadan doyub. Erməni xalqı Kasaryandan, Sarkisyandan, korrupsiyadan, rüşvətdən doyub. Ona görə də Paşinyana səs verəcək. Onlardan imtina üçün. Yəni Paşinyanı sevdiyindən yox. Tarixdə belə şey az olur ki, bir komandan uduzsun müharibəni, amma seçkidə udsun. Bunlar müharibənin əleyhinə səs verdilər Paşinyana.
Rusiyanın əleyhinə səs verdilər 21-ci ildə və o cümlədən də indi. Misal üçün Rusiya bütün gücü ilə çalışdı ki, Paşinyanı sıxıntı yaratsın, çətinliyə salsın. Misal üçün kənd təsərrüfatı məhsullarına qadağa qoydu, neftin, qazın qiymətinin artırılmasını dedi. Orada olan 100 min işçini göndərdi səs verməyə. Hər cür təhdid elədi, kollektiv təhlükəsizlik müqaviləsi təşkilatı ilə, Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatı ilə hər şeylə təhdid elədi. Ermənistan xalqı o təhdidlərin hamısının qarşısında durdu. Bunda xalqına deməli yaxşı işləyib. Bəli. Həqiqəti göstərib. Mən burada düşüb, mən deyim, mən misal üçün çox narahat oluram, çox belə həqiqətən üzülürəm. Ermənistan 44 günlük savaşda məğlub olmuş dövlətdir. Bu 6 ildə Ermənistan inkişaf elədi. Paşinyanın götürdüyü xətt, imtina elədiyi Kaçaryan, Sarkisyan idarə etmə sistemindən, nə bilim, yanaşmasından imtina elədi, başqa bir xətt götürdü. Korrupsiyadan kənar, rüşvətdən kənar, monopoliya qarşı, insan haqlarına əsas tutan, mülkiyyət toxunulmazlığına əsas tutan bir xətt götürdü. Ermənistan inkişaf elədi. Biz qalib gəldik, biz tənəzzül eləyirik. Ermənistanda ümumi daxili məhsul 6% artım var, bizdə 0,5%-dir. İndi o da hələ nə qədər... Niyə sizcə? Çünki idarə etməmiz doğru deyil. Korrupsiya başalıb gedib, rüşvət başalıb gedib, idarə etmək yanlışdır, yoxdur. İndi Paşinyan orada nəyə? Misal üçün, Kaçaryanın, Sarkisyanın dövründə Ermənistan bir qrupun, bir neçə ailənin əlində idi. Paşinyan ondan imtina elədi. Və erməni xalqı bir neçə ailənin idarə etməsinə qarşı çıxdı. Paşinyana səs verdi. Azərbaycanda hələ də o siyasət davam edir. Ona görə monopoliya, misal üçün, sizin kanalda, o biri kanallarda demişik, Azərbaycanda Tovuz, Gədəbəy, nə bilim, Cəllabad dağılıb ki, biz oradan-buradan kartof alırıq, özündə yem kartofu alırıq. Ya biz oradan-buradan noxud alırıq, düyü alırıq. Niyə Azərbaycanda əhmək olmur? Çay alırıq, nə alırıq? Niyə? Biz başqa yerdən ət alırıq. Halbuki balaca ölkəyə özümüz təmin edək. Bəli, bizim insanımız işgüzar insandır. Bizim insanımız əməksevərdir. Bizim insanımız çox bacarıqlıdır. Necə olur burada sənin adam saymadığın həkim gedir Almaniyada ən nüfuzlu həkimə çevrilir. Sənin adam saymadığın alim gedir Türkiyədə, Almaniyada, Fransada böyük alimə çevrilir. Niyə? Deməli, sən bundan doğru yanaşanmırsan, doğru idarə etmək quranmırsan. Niyə qurmur? İstəmir. Bunu da sizin kanalda demişik və sən də etiraz eləmişsən. Rəsmi olaraq hakimiyyət Azərbaycanda xalqın dolanmasını, inkişafını istəmir. Misal üçün, istəsəydi, cərimələri bir-belə artırmazdı. İstəsəydi, vergiləri bir-belə artırmazdı. Uşaq pulu ilə bağlı illərdir deyirlər. Görürsünüz, hakimiyyət reaksiya vermir. Yəni, bilmir reaksiya vermir. Bilmirsə, deməli, idarə edənmir. Bilirsə, reaksiya vermir. Deməli, bu vəziyyəti qəbul edir. Bu vəziyyəti yaradır. Hətta əks hücuma keçiblər. Bəli, səsləndirir. baxın, görürsünüz. İndi öz aramızdır da, təhsillə bağlı illərdir deyirlər, səhiyyə ilə bağlı. Niyə Azərbaycanın iki prezidentinin ikisi də xaricə müalicəyə getməlidir? İlham Əliyev xəstələnsə burada kimi müalicə edəcək? Çıxıb gedəcək xaricə. Niyə? Niyə sənin səhiyyən bu qədər bərbad olmalıdır? Niyə səninlə ölkəyə gələn dərman o qədər keyfiyyətsiz olmalıdır ki, bir insan getsin 50 manata, 100 manata, o gün dünən mənə bir nəfər deyir, 500 manata dərman aldıq. Heç bir təsir olmadı. Niyə bu dərmanlar bu qədər keyfiyyətsiz və baha olmalıdır? Niyə? Çünki monopoliya. Çünki bir qrupun əlindədir dövlət. Bir qrup idarə edir. Açılım yoxdur, xalqa açılım yoxdur. İlham Əliyev hara gedir? Konkret, təlimatlandırılmış bir 50 nəfər, 10 nəfər, 20 nəfər çıxarılır ora. O da qurban olum İlham Əliyev, sənə qurban olum, bitdi, getdi. Xalqın dərdindən heç kəs demir. Şərait yaratmırlar.
Sizin kanalda demişik. Bunlar İlham Əliyevi xalqdan qoruyur və xalqı İlham Əliyevdən qoruyur. Niyə bunu yaradırlar? Ona görə də Ermənistan inkişaf edir, biz yox. Erməni xalqı o bir qrup ailənin idarə etməsinə, Qarabağ klanının idarə etməsinə qarşı çıxdı, Paşinyana səs verdi. Erməni xalqı Ermənistanda iş yerlərinin açılmasına görə Paşinyana deməli bu Paşinyan hakimiyyətə gələndə və bu müharibə dövründə Ermənistanda demoqrafik tənəzzül baş verdi. Əhali köçüb gedirdi. Çünki Ermənistanda iş yeri yox, yaşamaq yox. Artıq əhali qayıdır. Ermənistan xalqı, Ermənistan əhalisi o demoqrafik tənəzzülün qarşısını almağa səs verdi. Demoqrafik inkişafa səs verdi. Onlarda əhali sayı artır, bizdə azalır. Azalır və hələ də hakimiyyət bundan narazı qalmır. Hələ də hakimiyyət narahat olmur. Hələ də hakimiyyət bununla bağlı çıxıb ortaya bir söz demir. Burada sizcə təbii ki, şərait yaxşı olan insan getməsə şərait, pisdir ki, gedir. O da idarə etmədən asılıdır. Amma burada millət olaraq, xalq olaraq xalqın rolu olmur da. Onları idarə etmədən asılıdır. Düzdürmü? Cənubi və Şimali Koreya kimi. Yəni burada bəzən deyirlər ki, ermənilər güya ruhən demokratik olublar. Yox. Terrorçu demokratik olublar. Xalqla bağlı çox fikirlər var. Xalq uşaq kimidir. Sən onu necə tərbiyə eləyətsən? O cürdə tərbiyələnəcək. Biz xalqımızı birinci sinifdən, bağçadan yalana, saxtakarlığa, rüşvətə, yaltaqlığa, qorxaqlığa, saxtakarlığa alışdırırıq. Baxın, Ramiz, bu bizdə bir bayatı var. Əzizim vətən yaxşı, geyməyə kətən yaxşı, gəzməyə qərbi ölkə, ölməyə vətən yaxşı. Biz Güneyli soydaşımız buna çox gözəl bir açıqlama verir. Ramiz Rövşənin də bir şeirini mən o Güneyli soydaşımız dedi, oradan eşitdim. Ramiz Rövşən şeirində deyir ki, bu qarışı biz elə bələkdən eşidirik. İlahi, biz də sənin bəndənik. Bizə ölməyə yox, yaşamağa vətən ver. Ramiz Rövşənin başqa bir şeiri var. Özümə bir vətən düzəldəm gərək. Yəni bu hakimiyyət Ramiz Rövşənə ev verir. Amma bunun bu şeirini anlamır ki, bu nə deməkdir? Ramiz Rövşənin bu şeiri o bayatıya aid olan şeiri də, bəli. Özümə bir vətən düzəldəm gərək. Bu şeiri də bu hakimiyyət üçün bir məktəb olmalıdır, dərs olmalıdır. İndi bax, sizin kanalda demişim. Bakılı Oğlanlar klubu, Şən və Hazır Cavablar klubu bu hakimiyyətə yaxındır. Bəhrəm Bağırzadənin cərmələrlə bağlı bir səhnəciyi var. Asqırana, öskürənə və o birinə də deyir, cərmə qoyulacaq. Bu hakimiyyəti bu qədər ucuzlaşdırır, təhqir edirlər, məsxəriyə qoyurlar. Bu hakimiyyət hələ də dərs götürmür. Yox, Cabir də uşaq doğumu ilə bağlı çox gözəl bir şey çəkmişdi. O uşaq pulu ilə bağlı çox gözəl. Bəli, o da çox gözəldir. Ona da baxdım. Yaxud başqa bir şey deyəcəm. Zoramız da Paşinyan İlham Əliyevin əlinə su tökməyə yaramaz. Amma necə olur? Paşinyan inkişaf elətdirir. İlham Əliyevin idarə etməsində Azərbaycan tənəzzül edir. Niyə? İlham Əliyev bunu oturub fikirləşməlidir. Bu hakimiyyət bunu oturub fikirləşməlidir. Baxın, maraqlı bir şey deyəcəm. 2 damcı yağış düşür. Sözün əsl mənasını 2 damcı, da sel deməyək. 15 dəqiqə yağdı da, axırıncı dəfə mən vaxta qoydum, 15 dəqiqə yağdı, Bakını sel apardı. İlham Əliyev həmin günü də bilirsiniz də şəhər salma ilə bağlı beynəlxalq tədbir edir. İlk günü idi özdə. İndi İlham Əliyev deyir ki, şəhər salmanın nümunələri. Ağşəhər. Çəkdilər, qoydular ki, Ağşəhəri sel aparır, suyun içindədir. Sibris. Çəkdilər, qoydular ki, Sibris suyun içindədir. Qarabağ. Çəkdilər, qoydular, Qarabağ suyun içindədir. Neyinirik? Milyonlarla pul xərclənir, amma şəffaflıq olmadığından onların misal üçün
yazmışlar, o rəqəmlər yadından çıxıb, onun heç 100.000-i də xərclənmir. Hamısı yeyilir. Yeyilməsə Bakı bu vəziyyətdə qalar. Bu vəziyyətlərdən sonra görəsən heç olmasa pərdə arxası olaraq cəzalandırılır. Olmaz. Bax, elə yaxşı yad. İdarəetmənin ən gözəli nədir? Bir belə biabırçılıq oldu. Bir nəfər cəzalanmadı. Bir nəfər cəzalanmadı. İndi deyirlər ki, bizdə idarəetmə belədir, belədir. Normalda, mən qeyd eləmişdim, burada indi telefonumda var. Deməli, Finlandiyanın da haranındır. Baş naziri idarənin maşını ilə bir tədbirə gedir. Əhali etiraz edir ki, bu sənin dədənin maşını deyil ki, bununla niyə gedirsən? Və istefa verir. Yadından çıxıb hansı ölkənindir. Bizdə bir belə biabırçılıqlar olur. Bir nəfər istefa vermir. Bir nəfər, misal üçün, Naxçıvanla bağlı bir elə tədbirlər, hamısı boş şeydir. Misal üçün, Ramiz Mehdiyevlə bağlı bir elə dedilər, indikilər ondan da çox talayır. Heç bir, nə cəza alan var, nə istefa verən var. Yəni, deməli, hakimiyyət rüşvəti, rüşvətxoru dəstəkləyir, rüşvəti müdafiə eləyir. Nə bilim, rüşvətxoru müdafiə eləyir, korrupsiyanı müdafiə eləyir. Başqa nə harf elətsin? Deməli, Çexiyanın baş nazirinin, yaxsa hassa nazirinin oğlu 30.000 avroluk bir maşın sürmüş. Dərhal xalq qalxdı ayağa, dedi... Bunu hardan aldı? Baş nazir dedi, hansı nazirdir? Tutaq ki, Dəxli yoxdur. İstefa verdi, həmən axşam istefa verdi və oğlu da izah eləməyə çalışdı ki, mən biznesmen dostum deyir, yox sən. Yəni, bu dəhşət bir şey. Bu nümunə Azərbaycan heç olmasa bir 100 ilə gəlsə, çox sevinərəm. Baxın, mən indi biraz bundan qabaq Laf TV-də idim. Baxdım, axıra qədər baxdım. Baxın, mən sizə əmin edirəm, bugün Azərbaycan Amerika ilə yaxşı münasibətdədir. Niyə? Çünki Trumpın özü üçün də insan haqları, qanun mali, belə şeylər maraqsızdır, əhəmiyyətsizdir. Azərbaycan Türkiyə ilə yaxşı münasibətdədir. Niyə? Türkiyə hakimiyyəti də insanları əzir, şəffaflıq yoxdur, idarə etmədə mülkiyyət azadlığı yoxdur. Rəqiblərin zərəsi dəstədir. Bəli, belə. Ona görə oxşar çəkir, deyirsiniz. İndi bugün Avropa ilə yaxşı münasibətdəyik. Çünki bizdən insan haqları, qanunun aliliyi, şəffaflıq, söz azadlığı, nə bilim, korrupsiyaya qarşı ciddi mübarizə, nə bilim, rüşvətxorluğa qarşı sərt mübarizə tələb eləmirlər. Onları tələb edən kimi biz onların hamısı ilə düşmən olacağıq. Kim bizdən söz azadlığı, qanun aliliyi, nə bilim, mətbuat azadlığı, nə tələb edirsə biz ona düşmənik. Məntiqlə belə çıxırsa, Rusiya ilə bizim elə bir problemimiz yoxdur. Görünənlər aldadıcıdır. Çünki Rusiya bizdən heç vaxt onu tələb edilmir. Əksinə, onu daha da dəstəkləyər ki, qanunla seçki olmasın. Rusiya Azərbaycan hakimiyyətinə qarşı çox pis addımlar atdı. Təyyarə mi yoxsa? Elə təyyarə məsələsində də deyilən, deyilməyən məsələlər vardı. Və İlham Əliyev də o addımlara qarşı çox sərt mövqe bildirdi. Ona görə də Rusiya ilə Azərbaycan arasında bir soyuqluq yaranır. Bugün, indi çox deyirlər də İlham Əliyev Rusiyanın adamıdır, Putinin adamıdır, nə bilim, hakimiyyət belə. Mən onların heç birinə inanmıram. Çünki o hakimiyyət şərikliyi sevmir. Hakimiyyətdən yana oğlunu, bütün nəslinin kəsillərini eləyirlər. Hakimiyyət şərikliyi sevmir. İlham Əliyev kimin hakimiyyətin dadını almış bir adam heç qəbul eləməz ki, Putin kimi bir adam ona baskı eləsin, onun üstündə nəzarət eləsin. Amma mən buna 100% əminəm. Avropa, Amerika, Türkiyə bizdən insan haqları, bizdən qanun aliliyi, mülkiyyət toxunulmazlığı, iqtisadi azadlıqlar, şəffaflıq, rüşvətə qarşı, korrupsiyaya qarşı, monopoliya qarşı mübarizə və s. tələb eləyəndə biz Rusiya ilə yaxınlaşacağıq. Çünki Rusiya sən deyən kimi bizdən onu tələb eləmir, Rusiyanın özü də o gündədir. Biz müasir dünyaya ayaqlaşmaq əvəzinə daha çox batanlarına, məsələn, o günlərdə deputatların biri Azərbaycanın, Afrikanın, o, nə bilim axı,
5-ci dünya ölkələri ilə müqayisə edir. Ki, Azərbaycan orada onlardan belə fərqlənir. Gör, nə gündə bizi Finlandiya ilə, İsveç ilə, Norveç ilə, nə bilim axı, Almaniya ilə, Fransa ilə müqayisə edir. Koreya ilə, Cənubi Koreya ilə, Yaponiya ilə müqayisə edir. Niyə Afrika ilə, Çadla, nə bilim Sudanla, o biri ilə, bu biri ilə müqayisə edir? Təəssüf ki, bəzi o siyahılarda, statistikalarda Elə onların içində olur. Bəli, onların o içində. sıralarda olur. Bəli, bəli. Onu da qınamalı deyil, amma... Niyə qınamalı deyil? Və onun günahkarı Yox, onu kimdir? ittiham edənlər deyirəm, amma bu reallığı yox, reallığı... Mən misal üçün, mən çox üzülürəm ki, Paşinyan 6 ildə Ermənistanda yaratdığı o inkişafı 30 ildə bizimkilər yaradanmadı. O hakimiyyət yaradanmadı. 30 ildə yaradanmadı. Baxın, Qarabağa qədər bizdə normal bir yaşayış var idi, inkişaf var idi. Qarabağı aldıq, hər şey dayandı, hər şey tərsinə getdi. Bu gün İlham Əliyev Qarabağ qələbəsindəki imicini xərcləyir. O da qutarır da, o da Bəli, o da qutarır. Yəni bu cür getməz, bu cür belə qaranlıqla, qaranlıq qeyri-şəffaf idarə etməklə, bu gün söz deyən, Qarabağda biri deyir ki, o günü bir nəfər çıxış elədi ki, bizi gətirib töküblər buraya, iş yeri yoxdur, cavanlar çıxıb gedib. Bir gün ondan sonra məcbur eləyiblər, peşmanlayıb, tərsinə deyil. Bu baskı ilə nə idarə eləmək istəyirik? Güya siz onları baskı eləyəndə, o sözün dəyişəndə cəmaat bilmir ki, Qarabağda vəziyyət necədir. Bilmir ki, Qarabağda 80 minə tikdiyinizi cəmaat 20-25 minə tikər. Cəmaat bu korrupsiyanın nə olduğunu bilmir. Cəmaat görmür ki, Qarabağdan çəkib qoyurlar suyun içindədir, evində beton tökmüyüblər. Qumdur, belə eləyirsən o ölür. Bunu cəmaat görmür. Deyil, güya o sosial şəbəkədə deməyəndə cəmaat bilmir. İndiki dünyada heç nəyi gizlətmək. Bəli, indiki dünyada gizlətmək olmaz, üstə gələk. Yəni, bu baskı ilə, susturmaqla idarə etmək, bu hələ əksinə daha təhlükəlidir. Fırtına qabağı sakitlik yaranır. O qazan qaynayanda necə ki qapağını qaldırmasan daşacaq, patlayacaq. Burada da bəzi addımları atmasan, bu patlayacaq. Bu milləti yaxşı tanımırlar bunlar. Mən indi çox istəmirəm Ermənistandan uzaqlaşaq. Bayaq dedim, bizim üzərimizə düşən nədir? Ən əsas ilgiləndirir Ermənistandakı seçki sonrası proseslərdə Azərbaycanın, Türkiyənin təsir dairəsi, yolların açılması, açılmaması və əsas da konstitusiyanı dəyişmək gücündə olacaq mı? Sülh müqaviləsində düşünürəm ki, ola bilər. Bəs konstitusiyada torpaq iddiası məsələsini də referendum qısa desək keçirə bilərmi? Əhali bu seçkidə Paşinyanın bütün çıxışlarında dediyi, ortaya qoyduğu, hədəf tutduğu məsələlərin hamısına səs verdi. Sülhə də səs verdi, Azərbaycanla işbirliyinə də, Türkiyə ilə işbirliyinə də, Zəngəzur dəhlizinə də, Qarabağdan imtinaya da, konstitusiyada dəyişikliyə də hamısına erməni xalqı səs verdi. Çünki Paşinyan onlarla getdi seçkiyə. Deməli, erməni xalqı deyir ki, mənə müharibə lazım deyil, mənə böyük Ermənistan xülyası lazım deyil, mənə bu kiçik Ermənistanda adam balası kimi yaşamaq lazımdır. Mən istəmirəm, mənim övladlarım boş ideyalarla geçsin, ölsün. Yat torpaqda. 20 yaşında mən övladım gün görməsin, həyat yaşamamış, ölsün, mən onun yası ilə ömrümü başa vurum. Ermənistan xalqı deyir, mən istəmirəm bunu. Ermənistan xalqı deyir, mən istəmirəm ki, qapılım qalım Ermənistanda. Mən istəyirəm Azərbaycana, Türkiyə, hər yerə gedə bilir. Sərhədlər açılsın. Hətta mən sizə əmin edirəm. Paşinyan, indi burada orada deyirlər ki, Azərbaycanlılar gələcək, qayıdacaq. Ermənilər onu da qəbul eləyəcək. Çünki erməni adam balası kimi yaşamaq istəyir. Başqa bir şey istəmir. Deyir, mən adam balası kimi, bilirsiniz necədir? Bugün Ermənistan əhalisi, Ermənistan ərazisi üçün yetərli deyil. Üstə gələk, Ermənistan əhalisi Ermənistan iqtisadiyyatını dirsətmək üçün də yetərli deyil.
həm maddi imkanları baxımından, həm də resurs bu demoqrafik baxımdan, əhali potensialı baxımından. Azərbaycan iş adamları gedəcək orada sərmayə qoyacaq, iş quracaq. Bütün kanallarda. Bəli, mütləq olacaq. Türkiyə gəlib orada o Antep lahmacunu açacaq, restoran açacaq. O hələ xidmət sahələridir. Mən deyirəm ki, gedəcək orada, bax orada qiymətli daşlar, metallar var, tikinti sahələri var, sizin deyən kimi. Bunların hamısı ilə bağlı Azərbaycan iş adamı gedəcək, sərmayə qoyacaq və buradakı adamları da, əhalimiz də aparacaq oradakı iş yeridir. Ermənilər, biz onlarla yanaşı yaşamağa məhkumuq. Biz ömür boyu qonşumuzla kütlü yaşaya bilərik. Öz qonşumuzu götürək. Nə qədər belə yaşamaq olar? Üstə gələk, biz o potensialımızı, pulu yığdıq. Aşığı yığırlar oynamağa. Bunu ora sərmayə qoyacağıq. Bura və Ermənistana biz qayıdacağıq. Mən hətta bu bir-iki dəfə demişəm, pis mənada demirəm. Ermənistan əhalisinin hətta 80% Azərbaycan türkü olsa belə o erməni dövləti ləğv olunmayacaq. Ola bilər ki, orada əhalidə yarısı olsun, 1/3 olsun, lap belə 4/2, 5/3 Demokratiya odur da əslində elə. O olsa belə, orada erməni dövləti qalacaq, erməni dili dövlət dili olacaq və ola bilər ki, türk dildə ikinci dövlət dili olsun. Amma bunlar olacaq və bunlar ermənilər üçün zərərli deyil. İnkişaf imkanlarıdır. Baxın, belə bir şey deyək də, Ermənistan, Paşinyan dedi ki, Ermənistan büdcəsində hərbi xərcləri azaldacaq. Niyə azaldacaq? Çünki Ermənistan üçün o xərclər, hərbə qoyduğu xərc, Ermənistanın inkişafından kəsilir, qoyulur. Əgər o xərcləri ermənin inkişafına, Ermənistanın inkişafına, sosial xərclərə xərcləsək, ermənilər daha çox inkişaf edəcək. Bütün ölkələrdə əslində elədir. Bəli, onlar xərci azaldanda təbii ki, biz də müəyyən qədər azaldacaq. Ermənistan Azərbaycanla ehtimalı var idi, o da bitdi. Bəli. Gürcüstanla da yenə də aşağı ehtimalı. Və mən sizə əmin edirəm, Paşinyanın bu xətti, Paşinyanın 51 yaşı var. Bax, bunu Paşinyan hələ bir 10 ildə mən əminəm. Ermənistanın baş naziri olacaq. Bu 10 il müddətində yetişən nəsillərdə o zəhərlənməni, ideoloji zəhərlənməni, böyük Ermənistan zəhərlənməsinə immunitet yaradacaqlar. Erməni baxacaq ki, o bilirsiniz, o belə şey eləyirdilər ki, bugünə qədər Rusiya bizi dövlət olmağa, millət olmağa qoymur. Baxacaqlar ki, Azərbaycandan, Türkiyədən onlara zərər yoxdur. Qəbul edəcəklər, özləri qəbul edəcək. Oradakı iş adamı da gələcək, burada iş yeri quracaq. Kimsə deməsin ki, olmaz, mümkün deyil, daş atıb başını tutmasın, olacaq. Paşinyan nə tələb edir, nə deyil? Deyirlər ki, sən baş nazir seçilsən. Birinci, hara gedərsən? Tiflisə, Parisə, Ankara'ya deyil, mən birinci hara gedəcəyim maraqlı deyil, Azərbaycana getmək istəyirəm. Bakıya getmək istəyirəm. Paşinyan gələcəksə, onun tələbəsi də gəlib oxuyacaq, bizim tələbə də gəlib oxuyacaq. Özündə sizi inandırıram, Ermənistan o sahələrdə bizdən çox-çox qabaqdadır. Hansı sahələrdə? Təhsildə də, səhiyyədə də, nə bilim, ərzaq sənaye, yeyinti sənayesində də, nə bilim, o bir çox sahələrdə bizdən çox-çox qabaqdadır. Biz şəhəri abadlaşdırdıq, suyun içindədir. 20 mərtəbə, 30 mərtəbə tikdik. Nə edirəm o qızıl peşdi ki, içinə qan qusacağım. Əhali o evləri ala bilmir. Kəramət Böyükçöl deyir ki, mən deyir, o restoranların, o gəzinti yerlərinin heç birində olanmamışam. Bu Azərbaycan xalqı gedənmir ora. Nəyinə lazımdır onun? Vətən odur ki, mən ondan istifadə edeyim. Dada biləsən də. Bəli, mən ondan istifadə edəməyəcəmsə, mənim o vətənə canım yanmaz. İranda da bu gecə dəhşətlər oldu, İran İsraili vurdu. Neçə gündür mən elə şübhələnirdim. Bu İsrail 200 minə qədər Yahudini çıxartdı Livan sərhədindən. Yəni, təxliyə elədi.
Mən düşündüm bunu elə belə eləməz. Yəni orada yəqin ki, böyük bir döyüşə hazırlıq gedir ki, belə elə İran da vurdu. Oradan İsrail təzədən vurur və bu gecə deyir Tehran od içində olacaq. Nə gözləyirsiniz? Hətta Trump'ın xahişimi deyim, təhdid və təzyiqini deyim, İsrail qəbul eləmədi. Rəsmilər dedi ki, sən kimsən bizə göstəriş verirsən. Yəni bu doğrudan mı Amerikadan belə çəkinməyərək belə cəsarətli addım atır, yoxsa başqa oyunlar var. Hər halda siyasətçisi siz bilərsiniz. Ümumiyyətlə İran, İsrail qızışa bilərmi? Bəlkə deyək, yaxşı polis, pis polis rolu oynayır. Mən deyirəm, nə deyirəm. Biraz onu... Bu birincisi. İkincisi, mən məsələyə biraz fərqli yanaşıram. Səbuhi bəy. Mən dəfələrlə demişəm, Amerikada planlar bir başkan dövrü üçün, bir prezident dövrü üçün hazırlanmır. İrana sanksiyalar nə vaxt qoyulub? 30 il bundan qabaq. Təxminən, elə şeydən də... Buşun dövründə. Ondan da qabaq var da maz idi. İnqilabçılar gələndən, Muharrem rejimi gələndən... İndi maraqlıdır. Qoyulur. Bu 30 il bundan qabaq bu sanksiyalar niyə qoyulurdu buna? Ki, İranı zəiflətsinlər, çökülsünlər ki, sabah İranı vuranda İranın gücü çatmasın cavab verməyə. Əgər 30 il bundan qabaq bu məqsədlə bu sanksiyaları qoyublar, o təzyiq prosesini həyata keçiriblər, İranı bu qədər zəiflədiblər və İranın daxilində də bir belə problemlər qalxıbsa, deməli bu məsələ son hədəf, onların tutduğu hədəf alınana qədər davam edəcək. Son hədəf də nədir? İran dağılmalıdır, İran parçalanmalıdır. Rejim mi yoxsa ölkə olaraq? Xeyr, rejimin qalıb qalmaması əhəmiylidir. Ölkə parçalanmalıdır, dağılmalıdır. Bu rejim bir balaca Farsistanda qala bilər. Amma bir belə böyük yeraltı, yerüstü sərvətləri olan İranda ola bilməz. Yəni bunu birbaşa Amerika mı istəyir, yoxsa dünya gücləri, yoxsa İsrail? Bunu Amerika da istəyir. Bunu İsrail də istəyir. İranın parçalanmasını. Bəli, bunu elə Çin də istəyir. Misal üçün deyirlər ki, güya Çinə maraqlı deyil. Çin istəyir ki, belə bir anormal rejim onun qulağın dilində olsun. İstəmir. Hələ əksinə. Deyirlər silah verir, silahını satır da, silahı Əslində İranın Çinə gələcəkdə təhdidi daha çox ola bilər. Bəli, orada müsəlmanlar var. Çin görmür ki, İran harada bir müsəlman var, ondan istifadə edib ona qarşı yönəldir o müsəlmanı. Bunu Çin də bilir. Çin də istəyir. Məsələnin bir başqa tərəfi burada nədir? İran rejiminin özü də bugün sakit qala bilməz. Çünki İran böhran içindədir. İqtisadi böhran, siyasi böhran, idarə etmə böhranı, hərbi böhran. İran böhran içindədir. İranda sakitlik yaranan kimin əhali qalxacaq ki, biz acımızdan ölürük, yemək ver, bunu ver, onu ver. İran rejimi də bunu düzəldə biləcək, idarə edə biləcək gücdə deyil. Ona görə də İran rejiminə də sərf eləyir ki, xarici bir düşmən olur, müharibə davam edir, daxildəki etirazları bunun hesabına yatırdır, qalxmağa qoyur. Bu həm İranın daxilindəki rejimə sərfəlidir, həm də ki İsrailə, Amerikaya sərfəlidir. Niyə? Onlar da saxlasalar, bilirsən Netanyahu ilə bağlı məhkəmə prosesidir, dayansa Netanyahu həbs olunacaq. Trump seçkiyə gedəcək, burada uduzub, burada bu vəziyyətdə getsə, uduzacaq orada. Hamı bir-birinin əlini oynayır. Hamı bir-birinin əlini oynayır. Amma İranda olan, güneydə, ümumiyyətlə İran coğrafiyasında olan dostlarla telefonla danışanda falan deyir ki, insanlar çox, belə deyim, acıqlıdır, çox belə hirslidir. Sadəcə müharibəyə görə dözür. Müharibə, siz deyərik, dayanan kimi, mən deyir, 50 minə yaxın deyir, adamı öldürüblər, onun qisas alınmayacaq. İndi bax, ay sağ ol, sənin danışdığın bir sıravi İran vətəndaşı o gərginliyi görür, bilir. Müstəbə Xamneyi və deyək ki, o birlər bilmir ki, o gərginliyi. Onlar da bilir. Sepahın oradakı insanların aldığı nəfəsdən də xəbəri var. Ona görə də bu gərginliyi saxlanmağa məhkumdurlar. Dayanan kimi dağılacaq.
Onsuz da dağılacaq. 5 gün tez, 5 gün gec. Amma o rejim rəhbərliyi çalışır ki, ən azından Amerikadan özləri üçün bir sığortalanma alsınlar, karantiya alsınlar. Ki, bizə toxunmayasınız, əmlakımıza toxunmayasınız, bizə həbs eləməyəsiniz, bizi öldürməyəsiniz, bizi məhkəməyə çıxartmayasınız və belə. Son sualımı da verim. Azərbaycanla İran arasında münaqişə yaratmaq söhbət elə ilk günlərdən gedir. İndi də CNN kanalı dedi ki, CNN adətən doğru xəbərlər verir deyə bəzilərində belə tərəddüd yaradıb ki, İrana vurulan raketdən bir çoxu İsrailin Astradakı gizli hərbi hissəsindən, hərbi bazasından vurulub, hələ hərbi bazada var. Bunu necə dəyərləndirirsiniz? Çox təəssüf edirəm, bunu səmimi olaraq özüm deyim ki, bu xaricdə olan siyasilərimiz də bundan istifadə edirlər. İndi sənin hökumətlə problemin var, indi xalqa onun nə aidiyyatı var. Yəni bu qızışda İranla Azərbaycan arasında münaqişə olsa, hər iki tərəf çox böyük itkiyə məruz qalar. Siz necə dəyərləndirirsiniz? Bəzən də deyirlər CNN-i Trump sevmir. Ona görə Trump'ı vurmaq üçün belə deyirlər. Çünki CNN gətirir, hətta sual verməyin icazə verir. Sonra deyir, onlara fake news deyir, yəni yalan xəbərlər agentliyi uzaqlaşdırır. Hər zaman iclasda aşağılayır. Bunlar da sanki onu bir təhdid kimi belə, şantaj kimi belə edirlər. Sizin mövqeyiniz nədir? Birinci, nə CNN, nə BBC, nə NBC, nə belə, nə Azadlıq, heç biri müstəqil deyil. Hamısı müxtəlif maraqlara xidmət edir. O maraqlar Trump'la, Azərbaycanla, İranla, ya deyək Türkiyə ilə, deyək hansısa bir Netanyahu ilə üst-üstə düşəndə onun xeyrinə yəni stəkanın dolu tərəfindən baxır, lazım olanda boş tərəfindən baxır. Birincisi budur. Yəni verdiyi doğru xəbərdir, bu cəmiyyəti çaşdırmasın. Bütün yəni CNN verdiyi xəbərlər doğru diyor. CNN-in rəhbərliyinin, sahibinin, o qrupun maraqlarına uyğun xəbərləri verir. Sən bütün doğru xəbərləri yazsan CNN verəcək? Verməz. İkincisi, burada məsələnin nədir? İstəyir CNN, istəyir BBC, istəyir, nə bilim, Agence Presse, nə bilim. Azərbaycan, Amerikan səsi var orada. Hamısı da, hamısı. Bu məsələlərdən maraqlıdırlar. Bunların, dostlarımızdan biri o Türkiyənin şou əhlinin bir səhnəciyi var, onu göndərib mənə. Nədir? Deyir ki, bunlar deyir, ateşkəs elədilər, bizim danışmağa sözümüz qalmadı. Bunlar heç olmasa vuruşsaydı, biz danışmağa sözümüz olacaqdı. İndi bu sakitlik, hər şey qaydasındadır, senin nəyə yazacaq, satacaq? Bunlar qızışdırır həm də. Məralda dövlətlər Üçüncü tərəfdən, axı burada böyük silah lobbisinin, enerji lobbisinin maraqları var. Onlar CNN-i də, o birini də, bu birini də lazım olanda hərəkətə gətirə bilirlər. Dördüncüsü, burada deyək ki, konkret sənin dediyin məsələyə gələk. Azərbaycan nə qədər böyük ərazisi var ki, İsrail burada qoşunlar gətirdi, yerləşdirdi, Azərbaycan əhalisinin xəbəri olmadı. Azərbaycanda o Çin ilə bağlı bir lətifə var. Deyir, Çinin prezidenti İlham Əliyevdən soruşur ki, nə qədər əhaliniz var? Deyir, 10 milyon. Deyir, yəqin hamınız bir-birinizi tanıyırsınızlar. Yəni Azərbaycanda orta hesabla hamı bir-birini tanıyır. Yəni belə bir vəziyyətdə Yəhudi ordu gətirdi, yerləşdi burada. Heç kəsin xəbəri olmadı. O biraz bu biri tərəfinə gəlir. Deyək ki, CNN onu yazdı. Doğru yazdı, yanlış yazdı. Bəs bu xəbəri bu cür hallandıranlar düşünmür ki, İran, Azərbaycanı bunların sözünə aldandı, vurdu. Azərbaycan nə qazanacaq? Siz nə qazanacaqsınız? Sizin bu hakimiyyətə nifrətiniz varsa deyən Azərbaycan dağılmalıdır. Özə bombalansa da hakimiyyət dəyişmir. Bəli ya, İlham Əliyev hakimiyyətinə zərər olmayacaq. Azərbaycan əhalisine Lənkəranlı əziyyət çəkəcək, Gəncəli əziyyət çəkəcək, nə bilim Bakılı əziyyət çəkəcək.
Ayıb deyil ki, siz bunu bu cür formalaşdırırsınız. Yəni, bilirsiniz, o hakimiyyətə, bax, erməni düşünürüylə bizimki fərqi budur, bax. Bax, fərqimiz budur. Biz elədik ki, hakimiyyətin hesabına bütün dövlətimizi məhv eləməyə hazırıq. Bu yol verilməz, bu cür yanaşmaq olmaz. İran Azərbaycanın düşmənidir. Hələ bu qədər ağır vəziyyətdə yenə də Zəngəzur dəhlizinə deyir ki, bizim qırmızı xəttimizdir. O olmayacaq, o dəhliz olmayacaq. Bombaların altında deyir onun. Bombaların altında indi də deyir. Təsəvvür elə ki, bu vəziyyətlə İran deyir, sən də İrana dəstək verirsən. Nəyə dəstək verirsən? Bir tərəfdən güya Türklüyü sevirsən, Turandan danışırsan, bir tərəfdən də İranı qızışdırırsan ki, vur dağı teşne olmasın. Bilirsən, biz bəzi şeyləri düşünməliyik. Siyasətdə prinsiplər var. Prinsipin birincisi odur. Dostumun dostu mənim dostumdur. Yəni, dövlətçilikdə bizim dövlətimizə dostluq eləyən dövlətlər bizim dostumuzdur. Dostumun düşməni mənim düşmənimdir. Misal üçün, xatırınızdadır, Yunanistan Türkiyəyə qarşı bir agresiya göstərirdi. İlham Əliyev Yunanistan səfrinə necə sərt mövqe göstərdi. Doğru yanaşmadır. Üstəlik də Şimali Kiprin rəhbərini çağırdı Bakı. Bəli. Birincisi, dostumun dostu mənim dostumdur. İkincisi, dostumun düşməni mənim düşmənimdir. Üçüncüsü, düşmənimin dostu mənim düşmənimdir. Dördüncüsü, düşmənimin düşməni mənim dostumdur. Qardaş, məni nə İsrail maraqlandırır, nə Amerika, məni oradakı 35-40 milyon soydaşım maraqlanır. İran rejimi onları əzir, məhv eləyir, asimiliyə eləyir. İran rejimi mənim Güney Azərbaycanımdakı sərvətləri, qızıl yataqlarını, mis yataqlarını, radioaktiv maddələri Urmiya gölünü qurudur ki, o radioaktiv maddələrdən istifadə eləsin. Taxıl zəmilərini, hər şeyini istifadə edir, soyur Azərbaycana da xərcləmir. Mən İran rejimini niyə qorumalıyam? İran rejimi mənim dövlətimin, deyək ki, bir hissəsindən o biri hissəsinə getmək üçün bir yolu, dəhlizi mənə icazə vermir. Ermənistan razılaşır. Mən razılaşıram. Amerika sərmayə qoyur, nəzarət edir, İran imkan vermir. Hətta Rusiya da razıdır, Türkiyə razıdır. Yəni, belə bir vəziyyətdə İran rejimini qorumaq sadəcə olaraq Azərbaycana düşmən olmaq deməkdir. Kimliyindən asılı olmayaraq. Din adı ilə olsun, nədən istifadə edirlər? Amerika, İsrail orada Azərbaycanı vurur, Təbrizi vurur, Urmiyanı vurur. Təbrizin binasını vurur. Hərbi obyekti vurur ki, həmin hərbi obyekt vurulmayanda sabah mənim əhalimin çıxışlarına qarşı istifadə edirlər o obyektdən. Azərbaycana qarşı istifadə edirlər o obyektlərdən. O dinc əhalini vursa, bəli, mən ona qarşıyam. Deyək ki, bir mədəniyyət mərkəzini vurur, mən ona qarşıyam. Amma o 40 gündə bir dənə mülki şəxsi hörmətdə. Bu, İranın özü də deməli. İranın özü, mən o rəqəmləri götürmüşdüm, üstündən gör nə qədər dəqiq o 40 gün ərzində deməli 150 minə yaxın obyekt vurulub. İranın özünün verdiyi obyekt 150 min obyekt vurulub. 2000 adam ölüb. O da hamısı hərbiçi, polis. Hərbiçi, nə bilim, Sepah filan, Behman. Deyək ki, orada bir qəbul edirəm də olmaz. 200 nəfər mülki şəxs ölüb. Bir nəfər də ölməməlidir. Amma o qurunun oduna yaş da yanır da bəzən. Bizim özümüzdə də olur da o. Çox təəssüf. Yəni, İran rejimini qorumaq Azərbaycanın müstəqilliyinə, Güney Azərbaycanın istiqlalına, bütöv Azərbaycana və Turana düşmən olmaq deməkdir. Amma İranı sevməmək İsrailə simpatiya da deməkdir. Bəli. Onu da izah verin. Çünki İranı sevməyən deyir, mütləq sən siyonistləri dəstəkləyirsən. Buna da izah verin, siz də bilən o siyahıya salarlar. Yox, mən primitiv bir şey deyim də, primitiv bir misal deyim. Qarabağ Avropa Liqasındadır. Çempionlar Liqasındadır. Futbol klubu. Futbol klubu. Deyək ki, bu Galatasaray ilə oynayacaq. Galatasaray da bizimdir. Qarabağ da bizimdir. Əgər Galatasaray, misal üçün deyirəm, başqa bir komandanı udsa, Qarabağ
o liqadan çıxacaq. Amma misal üçün deyirəm, o biri komanda Galatasaray udsa, Galatasaray da çıxacaq, Qarabağ da çıxacaq. Bizə hansı səhvəlidir? Təbii ki, içindən biri qalsın. Yox, Galatasarayın uduzması ki, ikisi də çıxsın. Hə. Yəni bilirsən, biz bəzən düşünmürük ki, mən Güney Azərbaycanı istəyirəm. Məni Amerika, İsrail, Fransa maraqlandırmır. Məni Güney Azərbaycan maraqlandırır. Məni bütöv Azərbaycan maraqlandırır. Məni Turan maraqlandırır. Türk Dövlətlər Birliyi, təşkilatı maraqlandırır. Mənim marağımda deyil. Orada nə bilim, Yox, İranla bağlı irad bildirən kimi ən az indiki əsas məqamda olmaz. Yəni deyir ki, hamısı deyir, bizə deyir, İsrailin adamları, baba Siyonistlərə xidmət edirlər, gah da deyirlər, pul alırlar, edirlər. Və belə deyənlər də var, yəni dedim onlara cavab kimi olsun. Mən o hissəsində deyim, mən deməli, Sovet dövründə Ukraynada olmuşam. Əskərlikdə. Yox, tələbəlik dövründə Ukraynaya gəzməyə getmişəm. Rusiyada olmuşam Sovet dövründə, tələbə inşaatda. Bir də Azərbaycan müstəqil olandan sonra Türkiyəyə gedəndə Gürcüstandan keçmişəm. Bu günə qədər heç bir kənar xarici ölkədə olmamışam. Türkiyədə olmuşam, Qazaxıstanda olmuşam və Azərbaycanda olmuşam. Mən İsrailin adamıyam, heç olmasa İsraildə şərait yaratım, mən deyim, Bahama adalarında bir dincəlim də. Dincəlim, hə, belə. Yəni, belə bilirsən, gülməli şeylərdir. Mən hətta İsrail belə bütün dünyanı mənə versə, mən Təbrizin bir daşını ona dəyişmərəm. Eşq olsun, bəli. Təbrizin bir daşını. Mən getdim Güney Azərbaycana 92-ci il fevralın Dəhfəzirə getmişdik, deputatadıq, nümayəndə heyəti getmişdik. Orada İran rejimi şeylədi, bizə bir proqram hazırladı. Bir 10 günlük proqram hazırlayıb, Məşhədə getmək, Quma getmək, nə bilim, Tehrana getmək, hara getmək, belə-belə. Mən onlara bir şey dedim. Dedim, mənim Məşhədimdə, Kərbəlamda, Nəcəfimdə, Qumumda, Kəbəmdə, Ərdəbildədir. Aparırsınız. Onlar da bizi Ərdəbilə aparmaq istəmiş Şeyx Səfi türbəsinə görə. Axırı biz məcbur elədik, bizi apardılar. Arif Rəhimovdur, Asif Kələntərli idi, mən edim, üçümüz idik. Şah babamızı ziyarət elədik. Bəli, getdik. Mən Şah İsmailin qəbrinin tozunu yığıb gətirmişəm. İndi də mənə evimdə durur onun tozu, torpağı, qəbrin. Oraları ziyarət elədik. Mən elə o şeylərin hər aşağı olsaydım, o vaxt elə İranın Yaşda şərait yaratır. Bəli, hər cür şərait yaradırdı. Çünki indi biz Naxçıvanda Xalq Cəbhəsinin rəhbərliyində tanınan adamlardıq. Hər cür şərait yaradırdı ki, bizlə dost olsun. Amma biz onunla dost olmaq istəmirdik. Çünki bizim dərdimiz var, vətən dərdimiz var. Çox sağ olun Bünyamin bəy. Siz Allah razı olsun. Maraqlıdır. Mən istəmirəm belə çox siyasi şeyləri hər yerdə hamı danışır, amma sizin belə öz fərdi bir ziyalı baxışınız, məntiqiniz, mövqeyiniz elə düşünürəm ki, izləyicilər üçün də maraqlı olur. Ona görə sizi çox sevirlər. Minnətdarım. Bugün fərqli bir qonağımız var. İlk dəfədir bizim kanalda iştirak edir. Düzdür, qədim dostlarımızdan da, amma ilk dəfədir. Həbib Yakamoz Güneyli qardaşımız, soydaşımızdır, tədqiqatçı jurnalistdir. Bugün çox mühüm tarixi məsələlərdən danışacağıq və sosial mediada, televiziyalarda, müxtəlif YouTube platformalarında gedən mübahisələrin əksəriyyətinə düşünürəm ki, aydınlıq gətirəcək. Çünki mən onun biliyinə, tədqiqat nümunələrinə yaxşı bələdəm. Zaman-zaman fərdi söhbətlərimiz də olur, müxtəlif tədbirlərdə. Ən azı məni qane eləyən fikirlərə malik bir insandır, fikirlərə məxsus bir insandır. Bugün ondan danışacağıq. Xoş gördük Həbib bəy. Xoş gördük, salam deyirəm sizə və sevgili, sayğılı tamaşaçılarımıza. Mən çox şadam ki, həmişə siz ən belə gərgin işlərdəsiniz, dayanmadan işləyirsiniz. O Türkiyədə deyirlər, yoğun işləyirsiniz. Elə vaxt tapıb gəldiyinizə görə minnətdaram. Mən istəyirəm elə mövzuyu ortadan başlayaq. Sizin 26 mayda ötən ay Xəzər Universiteti idi, səhv eləmirəmsə. Oradakı çıxışınız da səs-küyə səbəb oldu. Ona toxunacaq. Amma
İndi bizdə deyirlər ki, televiziyada siyasilər, tarixçilər deyir, 1000 ildir İran coğrafiyasını türklər idarə edir. Və o tərəfdən də farslar deyir ki, misal üçün, və ondan qabaqki 5000 ildə bizə məxsusdur. Bax, buna gəlmə aydınlıq gətirək. Doğrudanmı belə olub? Doğrudanmı 1000 ildən qabaq biz olmamışıq orada? Çox sağ olasınız dəyər verdiyinizə görə. Mən bilirsiniz necədir? Çünki tədqiqat içində və özəlliklə də bu dilimizin atalar sözü ilə bağlı da mən mövzudan kənarda olmasını çox araşdırmam olub. Təbii ki, istər-istəməz mən atalar sözündən bir elimizin o el bilimi ya folklorunun bir xəzinə kimi çoxlu əzbərəm və yerində istifadə edirəm. Deyirlər ki, ilan hər yerdə əyri getsə öz yuvasına düz gedər. Yəni əyri oturaq düz danışaq məsələsidir. Yox, elə düz oturub düz danışmalıyıq. Bu ki deyirlər İslamdan əvvəl türklər olmayıblar. Bu çox gülünc bir məsələdir ki, və ya burada absurd deyirlər. Bunun faktları var, detalları var. Onu bu verilişin zamandan asılı olaraq açıqlamalıyıq. Təbii ki, qanedici cavablarımız ola buyurduğumuz kimi. Baxın, birinci deyirlər ki, 5000 il bundan əvvəl farslar olublar hakimiyyətdə. Yəni İranın İslamdan əvvəlki mədəniyyəti, sivilizasiyasına görə tarixləri perslər dolandırmışlar. Perslik əsasında olub. Və həmişə də onun o ulkan və ya möhtəşəm bir deyirlər tariximiz olubdur da. Ondan da güvənirlər. Birinci tarix güvənmək üçün deyil. Tarixdən ibrət almaq gərəkdir. Yaxşı, pis keçib tarix. Yəni belə götürəndə o dəniz hırsızları ki var, Skandinaviya ölkələrinki keçmişləri çox da parlaq deyil. Amma hər nədir tarixləri kimi qəbul ediblər, qalıb yerində. Amma onda ilişib qalmayırlar. Əsas problem bu sözlər, bu dedikodular, bu qalmaqallar hardan çıxır? Bizə deyirlər ki, önə yox, qaydağın tarixi geriyə. Məsələn, bu keçmiş monarxiya hakimiyyəti var, Pəhləvi silsiləsi deyirlər. Onun zamanında İranın bir çox gömrüklərində yazmışdılar, oraya girişində saatlarınızı 2500 il geri çəkin. Siz Əhəmənilər ölkəsinə daxil olubsunuz. Konkret bunun sənədləri var. Bu nə deməkdir? Tutaq ki, belə Əhəmənilər var imiş ki, mən burada da və başqa yerlərdə təkrar deyirəm faktlarla və açıqlayacağım da vaxtımız olduğu qədər Əhəmənilər reallıqda olmayıblar. Kağız üzərində mifik bir hakimiyyət var. Niyə ki? Bir gəlin faktlara keçəcəm. Bax, İranın tarixini çox gözəl ərəblərdə yazıblar. Hələ bu Avropa tarixçiləri sonra müdaxilə ediblər, bu işə işim yoxdur. Bax, bizim ən mötəbər tarixlərdən Təbəridi Əhəməniləri tanımır. Beyhəqi tarixi tanımır. Adın çəkməyib. Qətiyyən belə bir şey yoxdur. Persepolis deyək ki, Persepolis dövlət şəhridir, Yunanca bir termindir və sonra deyirlər taxtı Cəmşid, yəni Cəmşidin paytaxtı. Əgər bu Əhəmənilərindir, niyə Cəmşidin? Və Cəmşid özü də Firdevsinin şahnaməsində yenə mifik bir şahdır ki, 380 il ömr eləyib, sonra Zaxak gəlib onu devirib, Zaxakda 1000 il, cinağında ilanlar var imiş, nə bunlar, yəni oldu nağıl da, tarix olmadılar. Amma məsələ buradadır. Biz, qardaş, niyə bunlar istəyirik açıqlayaq ki, real olub ya olmayıbdır və bizim nə dəyişir? Lap belə tutaq, olub ya olmayıb, möhtəşəm bir tarixdə olub Əhəmənilər adında, ya heç olmayıbdır. Mən niyə buna görə vaxt itirməliyəm bugün və bir çoxlarının vaxtı alınmalıdır? Görə söz nədən gedir? Söhbət budur ki, bu illüziyaları ki, farsçılıq və panirançılıq əsasında qurublar, nəticədə bizim uşaqlarımıza, yeni nəslimizə aşılayırlar ki, biz İranın keçmişi farslıq olmaqla bərabərdə çox möhtəşəm bir tarixi olubdur. Biz keçmişimizə güvənməliyik. Yəni siz göbələksiniz, sizin heç tarixiniz olmayıb. Çünki İran dərsliklərində biz o dildə dərs keçmişik də, icbari fars dilindədir. Türkləri gəlmə, talançı, vandal, ondan dil, mədəniyyət bilmə, barbar falan. Onun qabağında zəkalı fars vəzirləri, başbaxanların nazirləri Ari sözü ki, ümumiyyətlə 19-cu əsrdən bir yana fransız bir dənə aləm çıxartdı ortaya. Hələ onun da işim yoxdur. Biz yəni söz konusu o soya, irqə getmir. Tarixə gəldikdə baxın, tarixin atası deyirlər Herodotdur və onun 9 kitabı ondan əsasən götürüblər bu Əhəmənilər son zamanlarda çıxıb ortaya. Birinci, mən daha doğrusu verəcəyim sənədlərə, faktlara əsasən mən düşünürəm ki, tarixin yalançı atası adına bir dənə Herodot var. İndi və özü də reallıqda olmayıb. Buna görə ki,
Əgər 2500 il bundan qabaq təxminən o özü o kitabda, o Herodotun tarixində bilirsiniz 9 dənə tanrı ilahi tanrıçaların adına, Yunan tanrıçalarının adına hər kitabın adınadır. Birincisi orada o iddia eləyir ki 29 il səyahətlə məşğul olub bunları toplayıb. Bilirsiniz. Özü də 59 il yaşayıb. 29 ilin bunun çıxanda nə qədər ömrü qalır? 30 yaş. Aton rəhmət. Yəni bu 30 yaşında başlayıb o kitabı yazıbsa, o həcmidə, o zamanın daş və ya dəri üzərindəki, o zaman dəri üzərində belə raic deyildi. Yəni yayğın olmamışdı. Lancəram bu qaçılmaz idi ki, ya daş və ya palçıq lövhələrin üzündəki sonradan da onu pişirək ki, dağılıb itib batmaya. İndi 500 səhifəlik onun tərcüməsi kitablar ki, çıxır balaca hərflərindən, şifrələrlə düzülübdür 14-12 ilə. Onun hər birisi bu masa boyda bir lövhənin üzərində olmalı idi. Ən azı hər bir səhifəni əhatə edən materiallarını. 500 səhifəlik bu boyda masa, bir qapı boyda lövhələr harda saxlanılır? Kim görüb bunun reallığını? İkincisi, deyirlər ki, Dekayadında bir başqa Yunanlı gəlibdi 1600 il bundan əvvəl, 800 il o kitab yazılandan sonra onu köçürübdü. Hara köçürüb də məlum deyil və onun əsl versiyasını yandırıb. Xəstəliyin adı nə idi? Niyə yandırdı o möhtəşəm? Əgər tarixin o qədər əhəmiyyətini bilirdi, onu köçürürdü. Əsl versiya var idi də, mümkün qədər eləyirdi, qoruyurdu. Bu da burası. Amma keçək detaylarına. Onun birinci kitabının adı Keliod. Keliod girişində konkret yazır ki, mən bu tarix sözləri, burada oxuyacağınız mənim dilimdən tarix kimi sözləri, hekayələri, o Yunan xalqının sinə əzbəri olan mifik nağılları əsasında yazmışam və siz eləyə bilərsiniz bunu qəbul edəsiniz və ya etməyəsiniz. Şifahi xalq ədəbiyyatı. Şifahi xalq ədəbiyyatı, sinə əzbəri. Yəni orada sonra ki dərin paradokslar çıxanda, əl qoyanda biri bir tədqiqatçı adam deyə bilər ki, mən demişəm də özümdə bu şifahi xalq ədəbiyyatı nağıldır. Bu paradokslara gəldikdə adam bilmir. Yəni bu bizim tarixçilərimiz niyə, hara baxırlar, bu tarix institutları niyə bunlar eynən nə deyiblər, onu da o cür məntiqsiz fikir etmədən, etiraz etmədən götürüb qəbul ediblər və tədris də olunur. Nümunə üçün sizə mən birini deyim ki, təvarixdə iddia olur Herodotun tarixində 3-cü kitabında. Deyir ki, Perslər ki, ümumiyyətlə Pers sözündə İran tərif ediblər və tərcümə ediblər, tərcümədə. Deyir ki, Perslər 5.328.000 nəfər ordu ilə Yunanistana hücum etdi və 1200 dənə Yunanlı döyüşçüsünün müqabilində məğlub olundu. Birinci diqqət edin, o zamanın imkanatını, o logistikanı nəzərə alaraq bir ordunu, 5 milyon ordunun təkcə ilə suyun təmin etmək olmazdı. Bu saat Milyonu olmurdu. Da bir tarixlərdə də 100 min, 50 min, 40 min belə hücumlar olurdu. Bu 5 milyon. 5 milyon hücuma keçən bir ölkənin ordusunun qalan ərazisini qoşmağa ən azı 5 milyonda qalan ordusu olmalı idi. 10 milyon o zaman ordunu təmin eləmək, neft falan yox idi, vergilərdən yoxsul əhali ilə. Bu çox gülüncüdür. Üstəgəl, siz təsəvvür edin, adam deyir ki, 5 milyon 328 min ordu getdi, 1200, maksimum deyir 120 min dənə zaten Yunanın qoşunu idi. 5 milyon nəfər hərəsi bir ovuc torpaq atsaydı, müharibə, qılınc qalxan yox. Elə o 1200 nəfər torpaq altında qalardı. Lazerlə qalib gəliblər də, ya da atom. Bəs bu illüziyadır da, bu tarix deyil. Mən bunu tarix kimi qəbul edə bilmirəm axı. Hələ baxmayaraq ki, məsələn, əvvəldə iddia eləyir ki, Yunan padşahı Midiyalıların mad deyirlər Həmədanda, güya İkinci Kirin həmin o, çünki buna mümkündür Güneydə də baxarlar, ona görə mən paralel sözləri deməliyəm. Orada Koruş deyilir, Koruş. O ikinci Kirin deyirlər ki, babasının əleyhinə qalxır da, deyir ki, Midiyalardan Perslərə hakimiyyəti keçməyəcək. Onda onun qısasını almağa, güya o Koruşun babası Yunan şahının yeznəsiymiş, bacısəriymiş. O yeznəsinin ki, kürəkən də deyirlər burada,
qısasını almağa və təzədən onu hakimiyyətə onları qaytarmağa qərar olur ki, hücuma keçək. Bu Herodotun yazdığıdır. Nəticə nə olur? Bu münəccimləri, ondan sonra bunların o yorumluları çağırır. Baxırlar, deyirlər ki, qaranlıq görünür. Hətta qalib gəlsən belə heç bir mədəniyyəti olmayan, hətta ən yaxşı içkilər kimi tanıdıqları sudur. Şarab filan bilmirlər, kabab bilmirlər nədir. Elə bir barbar xalqı, sən qalib də gəlsən, əsir kimi də gəlsələr bizim əlimizin altında qulluqçu kimi bu mədəniyyətdən tanış olsalar, sonra bunu ələ keçməyə bizə yığıb təhlükə ola bilər. Qoy elə qalsın öz halında. Sən o barbarları tanış eləmə bu mədəniyyətdən. Yəni farsları, persləri. Bu qəbul eləmir, hücuma keçir, məğlub olur. Buranı yeni birinci cildində yazır. Sonra həmin kitabda 3 səhifə sonra hekayə ora gəlir. Çıxır, deyir ki, birinci dəfə söz arası qayıdır, elə bil keçmişə bir giriz vurur da, bir fragment qayıdır da, deyir ki, ikinci kir, Pers sərdarlarını razı eləmək üçün ki, hakimiyyət ələ alsınlar, hakimiyyətin nə qədər əhəmiyyəti var, hakim olmağın nə şirinliyi, ləzzəti vardır, bunlara bir iş görməlidir, bizi inandırmalıdır. Nəticədə bunları çağırır, bir dənə xarmanda bir gün bunlara palçıq ayaqlatdırır, sübdən axşama təhqiramiz ifadələrdən filanlardan, sonra da hərəsində doyunca biraz döyür, şallaqdan, kötəklə, təpiklə yola salır, çıxın gedin, zəhərləyir ki, gedin. Pis-pis sözlərlə, alçaldıcı, təhqir edici vəziyyətdə. Sabahsı həmin meydanı saman səpdirir, qurutdurur, ən gölündən keçən yaxşı şarabları, kababları, o qızları düzür orada, bunları çağırır, sübdən axşama yedirdir, içirdir, hərəsinə də axşam gedəndə bir ənam verir, deyir, istəyirsiniz, bax, dünənləri qul kimi idiniz, işlədiniz də, təhqir də oldunuz. Ancaq gedib hakimiyyətə çıxsaq, bugünkü kimi öz keyfimiz, öz əlimiz, öz başımız olacaq. Hansını istəyirsiniz? Bir ömür qul qalmaq, ya belə yəni, ağa olmaq. Nəticədə hamı deyir ki, dəyər ki, hətta bir neçəmiz ölə, amma hakimiyyətə ələ keçək. Yaxşı, mən bunu götürürəm, görürəm, eyni mənbədir, eyni adam. O tərəfdən iddia edir ki, Yunanlılar deyirlər, həmin adam yazır ki, bunların heç belə şarab tanımırlar. Ən yaxşı içkiləri təbii sudur, kabab bilmirlər nədir, alçağır, heç mədəniyyət yoxdur. Bu tərəfdən də gəlir, deyir, ən yaxşı şarabları düzdür. Siz bunu necə tarix kimi qəbul edə bilərsiniz? Ya əgər söz uzanmasın, ayrı sual olmasın, mən bir dənə də fakta... Suallar çoxdur, buyurun amma. Bir dənə mən fakta... Baxın, reallıqda yox. Mifik nağıllarda, əsatiri nağıllarda, hekayələrdə at qanad canıb uça bilər. Balıq sudan çıxıb insanlardan danışa bilər. Və ya Məlik Məhəmməd Məlik Cümşüdün nağılında cinlər aləminə getmək olar, belə ağla sığmaz fizikdən kənarda işlər görmək olar. Amma real tarix kimi onu əsas ana sənət götürürsən, fakt götürürsən və onun üzərindən minlərlə səhifə kitablar yazıb, milyonlar tirajla onu yayırsansa, artıq burada biraz ehtiyatlı da verməlisən. Məsələn, Herodotun başqa bir bölümündə iddia edir ki, Makale ilə Platada ki, biri dənizdir, Ege dənizinin qırağıdır, biri də indiki Anadoluda, Türkiyənin özdə şərq hissəsində, ən şərq hissəsində. 2 dənə İranın dəniz və quru qoşunların Yunanlılardan perslərin müharibəsi olur, savaşları olur. Birinci savaş Türkiyə ərazisində olur, şərq Trakiyada, Anadoluda. Və orada Yunanlılar qalib gəlirlər. Payızın bir güdə günündə və həmin xəbər, o qalib gəlmə xəbərləri çatır dəniz qüvvələrinə, Ege sahillərində və onlar ondan qüvvət alırlar, öz güvəncləri çoxalır və orada dəniz qüvvələrində persləri məğlub edirlər. Siz təsəvvür edin, payızın bir güdə günündə, sübh aydın ola, saat 8-9, gün ortayancan bunlar müharibəyə girərlər, qalib olarlar, nəticəsi müəyyən ola, sonradan bunun xəbəri gedə Ege dənizinin sahilində zadasında. Məsafə nə qədərdir? Bu saat hər kəs durub xəritə üzərində, Google Map'də vursa, 480 kilometr. 6-7 saat hələ avtobusdan, maşınla. İnternet yox idi. O zaman bəlkə bunlar xüsusi cihazlar icad etmişmişlər. Göyərçinlə də iş çata bilməzdi yenə də. Özü yumursan, olur axşam. Lap belə tutaq ki, axşama çatdı xəbər ora.
Göyərçindən belə. Bu gecə ki, bunlar o şəraitə görə həmişə bütün qədimi tarixlərdə gecə müharibə olmayıb. Çünki görmək qabiliyyətləri yox idi, beləncə imkanatları yox idi da. Bunları biz tarix kimi qəbul eləyə bilmərik. Bir dənə də çox gülməli bir məsələ idi faktda ki, yəni o yıxıb sürmə olmasına belə xoşum gəlmir. Amma məntiq var da orada da. Güya 2 dənə Yunan zadəganlarından, şahzadələrindən müxalif olduqlarına görə zamanında Yunan hökumətinə qaçıblar, bunların düşməni perslərə sığınıblar və bunları çox yaxşı qarşılayıblar, imkanat veriblər, nələr və nələr. Zaman soruşur, həmin o dedi ki, müharibə gəlir, Yunanla perslər üzbəyüzlər. Ön cəbhədə, ikisinin arasında, ön xəttdə. Birdən-birə bunlar tapılırlar. Heç səbəbsiz, niyə, haçan getdilər, çıxdılar, bəs bunların can güdənləri, o cüzur əhəmmətliyədilər, təhlükə altındadılar. Orta xətt, düz 2 cəbhənin ordusunun arasında bunlar tapılırlar. Göydən bir dənə axı zeytun budağı düşür. Göydən, belə azad havada, bağlıqsat yoxdur. Zeytun budağı da Yunanlılara müqəddəsdir. Və bulut başların üstündə adam başı formasına düşür və Yunanın o zaman milli himnini oxuyur. Milli himnlər oxunmaq, yaratmaq haçandan bəridir. Bunlar yəni sonra yazılmadı da. Hələ tutaq var imişsə, adı da deyir, milli himnin adı ki, Ayakes Post. O adını dəqiq yəni belə ad çəkir. Və o 2 dənə Yunan şahzadələri bir-birinə nəticə alırlar. Deyirlər ki, bu müharibədə artıq Yunan qalib gələcək. Çünki Tanrı özü aşkar oldu bizə bulut şəklində və bizim milli himnimizi oxudu və müqəddəs zeytun yarpağı da düşdü, yox olası da düşdü başımıza. Bir dedim bayaqki kimi at nağıllarda qanat gətirib uça bilər. Bulut adam şəklinə düşüb danışa bilər. Siz və ya başqaları, tarix alimləri niyə bunları görməzdən gəliblər? Bunu necə real tarix kimi qəbul eləyiblər? Mənə çatmır. Yox, aydın. Amma mən bir icazə verim, biraz sizlə komponent edeyim. Deyirsiniz Herodotu düzdür, ciddi qəbul edənlər də var, onun yanlış dediyini, ciddiyyətli dediyini deyənlər də var. İndi min illərdir onu araşdırırlar. İndi siz tək bundan çıxış eləyərək belə deyirsiniz də, belə başa düşdüm. Amma başqa bir faktlar varmı? Məsələn, farslarla, yəni o fars meyli, pan İrançıların, farsçılarla da bu bahisələrimiz olur. Məsələn, onlar deyir, düzdür, cavab verir, amma sizin cavabınızı istəyirəm. Deyir, əgər fars elə bir balaca qövmi idisə, niyə bütün Osmanlı sultanı, ərəb dünyası, elə hamısı farsça bir-birinə məktublaşırdılar, elə sonradan Türk xanədanlığı da, Əmir Teymur da, nə bilim o Əfqanistan tərəf, hamı deyir bir-birinə farsça yazırdı, yer adlarını farsça qoyurlar. Bunu necə başa düşək? Ərz edirəm. Birinci, bu yəni belə demək yaxşı deyil, hamı farsça yazırdı. Çünki bu Xətaya qədər bizdə də farsça yazırdılar. Yox, Xətayın özünün də türkçəsi olubdu. Yox, Xətay Qara məcmuəsi. Şeyx Səfinin özünün qara məcmuəsi vardı, tam türkçədir. Bu başqa məsələdir. Baxın, bir saxtakarlıq vardı. İndi Pan-İrançının bir dənə komanda bağlayıblar və bunu İranın İslam Respublikası hakimiyyətinin fakt vardı. Dəstəkləyir, bütün imkanatları qoyublar ixtiyarlarında. Bunlar sənət saxtalaşdırırlar. Və biz tutmuşuq təsadüfən bir dənə sənəd Osmanlı arxivi adına güya orada tapşırıq verilibdi ki, məhkəmə sistemində belə bir qərar verilsin. O zaman da indi məhkəmə sisteminə İranda Dağd Qüstəri deyilir. Bu Dağd Qüstəri bu Fars Dili Akademiyası Pəhləvi zamanında qurulandan bir yana bu termin çıxıb ortalığa bir çox terminlər düzəldiblər. Sənəddə belə bir şey yazmışlar və götürüb ədmin onu qrupun rəhbərinin özəl xüsusisinə göndərəcəkmiş, səhv eləmişdi, kanala göndərmişdi. Dərhal biz onu görəndən sonra biabırçılıq oldu. O da götürüb tövsiyə eləmişdi ki, o saxtakar işə məşğul olan adamlar ki, adı Vəhid Bəhməndir. Demişdi ki, Vəhidə deyin ki, həm bunun rəngi çox gözə çarpır, bəllidir, hər naş adam da bilər ki, bu saxta sənətdir. Həm də ki, bu termini dəyişsin. O zaman axı bu Dağd Qüstəri sözü yox idi. Belə. Yəni belə işlər görüblər. Amma fars dili də reallıqda nədir? Fars dili olmayıb. Bu dilə, məsələn, Mollavi deyir, mən anturkəm ki, hindura nemidanəm. Dəfələrlə deyir ki, mən hind dilini başarmıram, istəmirəm bu dili deyəcəm. Mən zaten türkəm. Və ya tacik dili, dari dili olub, dari dərbar deyirlər, sarayda yaranmış deyil.
Fars dili adı sonra verilibdir. Güya perslərə aiddir. Fars ərəbcə götürsək, fərəsdən də at mənasındadır. Pers qəbul eləsək, bu persədir. Efirdə də etik qaydadan uzaq olmasının yaxşılığı deyir. Mənim kimsəni, xalqı, şəxsi təhqir etmək məqsədim yoxdur. Amma elmi mübahisədir deməliyəm. Bu persə mənasındadır. Persədə sülənənə deyər, sümsünənə və güya iddia belədir ki, bunlar Yunandan, Hindistandan yavaş-yavaş gəliblər Qaraçı şəklində. Buna görə də ki, həmin Qaraçı şəhəri ki vardı o zaman Yunan, indi Qaraçıdır, bizdə vardı. Bunlar müəyyən bir yerləri olmayıb. Əgər bunlar tarixi Fars deyə bir millət var idi və dili var idi, insanlar mağaradan çıxandan bir yana zamanın tələbinə uyğun hər dildə olur olsun, ilkin ibtidai məişət əşyasına adları olmalı idi. O cümlədən məsələn qaşıqdır, boşqabdır, otaqda oturmaq üçün ocaqdır, od çaxmaqdandır, bir pişirib düşürmələri var idi. Silahlarla bağlı, bunların heç birisinə bu fars dilində termin yoxdur. Hamısını birə-bir türkçəsini işlədirlər. İndi məsələn qaşığa qaşıq deyirlər, o demək deyil ki, o fars oldu. Yəni Esperanto dili kimi yığma bir dildir. Bəziləri hətta deyir ki, türk və ərəb dilinin qarışığından yaranıb. Bəlkə də biraz da Hind deyək. Biraz da yox. Bax, mən sizə bir dənə elmi fakt deyim fars dilinin olmamağına. Fars dili deyə yığma dildir. Niyə? Bu, farsların sözlük kitabları var. Birincisi, ən mötəbər sözlüklərin 2 dənə alim yazıb, ikisi də türkdür. Fərhənc Farsi, Əmiddir, Həsən Əmid, bir də Dehxuda. Ən mötəbər dərsli dil sözlükləri, lüğətnamələri fars dilində türklər yazıblar. İkincisi, fars dilindən ingilis dilinə akademiklər üçün birinci kitab Həyyimdir. Yazanın adı Həyyimdir. Bu gətirib necə kateqoriyaya qoyubdur? Girişdə izah edib. Deyir ki, baxsaz, bu mötərizə deyilir də, buna da etirazım var, mötərizə ayparasıdır, hələ bu başqadır, söz burada dilçilikdən getmiş. Dillər danışanda, dilçilikdən danışanda deyər yox, yaxın vaxtlarda. Bu çox gülüncdür və çox pisdir bu söz. Nəysə, mən onu aypara deyirəm də. Bu aypara içində hər bir sözün başda yazıbdır, qabağında, əgər i sözü gördünüz, yəni bu sözün kökü, mənşəyi ingiliscədir. Əyin görsəz ərəbcədir. Hı görsəz hindcədir. Nə bilim, A görsəz almancadır. T görsəz türkcədir bu sözün kökü. Mən təsadüfən gəldim, hər sözündə qabağında gördüm, istisnasız bir dilə bağlıdır. Yəni o dilin ayparasının içində bir dənə millətin aid olduğunu yazır. Mən ara sıra təsadüfən 3 səhifə, 5 səhifə atlandım, 10 səhifə götürdüm. Dedim, daha da elmi olsun, 100 səhifə seçdim. 100 səhifədə olan sözlərin mənşələrinə baxdım, qabağında sıra ilə. Baxdım, gördüm 100 səhifədə, məsələn, hərəsində 10 dənə götürürəm, 1000 dənə kələmədən 600 dənəsi ərəbcədir. Yəni, əksəriyyət oldu ərəbcə. Dilin də quralı var. Bir dilin dil olmağa məntiq budur ki, onun özündən sayı olar, rəqəmi 1, 2, 3 deyirik. Məsələn, İngilisi 1, 2, 3, 4, 5 deyirlər. Ya məsələn, ərəbləri vahid, sani, salis, xamis. Bu olmalıdır. Fars dilinin sayı Hind dilindəndir. Sanskrit dilindən mənşəlidir. Bu saat elə oxşar. Biri bu yek deyir, o yak deyir. Bu pəns deyir, o pans deyir. Bu demək deyil ki, başqa dilincidir. Bir də ki, 50% üstə gəl biri, %50-dən yəni çoxu. 50 plus biri öz kökündən olmalıdır. Bu da deyil. Gördüm, təxminən 20-23 arasında türkçə sözlərdirlər. Xüsusilə də ordu ilə, qoşunla, qanunla bağlı sözləri, təhsillə bağlı sözləri istisnasız yoxdur. Yəni, bu saat ərəb terminlərini alsan, fars dilində riyazi tədris eləmək olmaz. Bizdə var da artı, məsələn, çarpı, filan, çıxı, vurma, çıxma, bölmə. Heç birisi bunun farsçada yoxdur. Bunlar, əgər bu dil olub və bu dildə xalq olubdur, məişətlə bağlı heç zatları yoxdur. Elmlə bağlı heç zatları yoxdur. Fəlsəfə ilə bağlı. Əsas elmdə o da yoxdur. Fəlsəfə sözü deyirlər ki, yanı fəlsəfları olub. Fəlsəfə sözünün belə farsçası yoxdur. Bildiniz? Kitab sözünün belə farsçası yoxdur. Deyirlər ki, ərəblər, monqollar bizim kitablarımızı yandırdı. Yaxşı, bu kitablarınızı yandırdı, alimlərinizi yandırmadı ki.
Bu neçə bir dənə İslamdan əvvəl o mədəniyyətinizdən bir alim göstərin də. Bir dənəsinin adını çəkin. Monqollar hamısını yandırmışdı, amma deməli kökü olub ki, davam edib də. Məsələn, türkləri olub, Allahın o rusları da nəysə. Yox, Monqollara da görə yalan deyirlər. Qardaş, bax, Monqolun bilirsiniz, hələ sadə bir söz deyim, hələ Monqolun görə şişirdirlər. Mən onu həmin universitetdə də, Xəzər Universitetində də məruzəmdə də dedim. Bizə deyirlər ki, Monqollar gəliblər, biçiblər, otlayıblar, yandırıblar, gediblər. Bu belə deyil. Birincisi, niyə bu iş ediblər? Oturarda bunlar nə cinayət ediblər, Xarəzmşahlar neçə dəfə bunların elçilərin, səfirlərin paylarını, hədiyyələrin alıblar, özlərində doğrayıb. Ordunun içində də türklər kifayət qədər olub. Amma nəticədə maksimum 140 min ordusu olubdur. Özdə 12 boyundan Monqolların ordusunun 12 boyundan 9'unu türklər təşkil ediblər. Və gəldikcə istiqamətdə o yöndə, o məsirdə orduları çoxalıbdır. Siz təsəvvür edin, o zaman pulemyot yox idi, silah, nə bizim Kalaşnikov falan yox idi. Bir nəfər, 100 nəfərin qısnıya bir yerə ki, dəbərsəz öldürəcəm. Bir adam, bir qılınc qalxanı olardı. Uzaq ikisi ilə vuruşa bilərdi. İkisi ilə vuruşa bilərdi. Halbuki İran tarixində, İran nominillik adında kitabı vardı. 10 min il İran tarixi və Əbdüləziz Rizai adında biri yazıbdı. Bu adam təəssüflə iddia edir ki, onun 3-cü cildində dəqiq Monqollara görə deyir ki, bütün Xorasanda 5 milyon nəfəri Monqollar başını kəsiblər. Təkcə Neşaburda 1 milyon 700 min nəfərin. 1 milyon 700 min nəfər xiyar edilər. 120 min bütün ordusunu ora səfərbər eləməmişdi ki. Neşaburda çox isti və səhralıq yerdir. Orada şəhər yox, bir şey yox. Özdə deyir ki, suyu da buraxdılar sonra ora. O indi də elə bir çay yoxdur ki, orada o şəhəri şumluya. Çox istidir. Ki mən onu orada da vurğulamışam ki, Marco Polo eyni zamanda deyir şəhər səfərnaməsində deyir şərqin metropolitenin ən böyük şəhəri Təbrizdir. Təxminən 200 min nəfər cəmiyyət var. Ən böyük şəhərdə 200 min nəfər cəmiyyət olan bir yerdə bir dənə qəsəbədə 1 milyon 700 min nəfəri hardan qırıbsan? Əgər 1 milyon 700 min nəfəri ələ keçə bilibsənsə 17 milyonu qaçıb dağılmalıdır. Çünki bir tənasüf var da bu. Ona görə bu tarixi biz təzədən oxumalıyıq və bayaq da dedim, niyə? Bizim nəyimizə lazımdır? Belə gülünc, absurd tarix yaradıblar. Sonra o tarix əsasında bizim xalqa aşılayırlar ki, bizim əzəmətli persçilik əsasında tariximiz olub, biz öz varlığımızı danmalıyıq. Məsələn, Yanıq şəhər yeri vardı, 7000 il onun qiyməti vardı İran ərazisində. Orada çox möhtəşəm sivilizasiya olub. Belə necə desəz, vulkan da möhtəşəmdə deyəndə böyük bir mədəniyyət olubdu. 7000 illikdə onun tarix keçmişi elmi alimlər gündəmin bu zamanın yordam və ya texnologiyasına əsasən sübut ediblər ki, belədir. O 7000 ilin üzərindən keçir. Ərdəbillə Xiyon arasında Birazman kəndində orada bir dənə indi şəhər yeri vardı, daş babalar. Onun da 8000 illik, 8 ilə 10 min il tarixi olduğunu Fransanın arxeoloji heyəti sübut ediblər. Əslində bunu araşdıran adamlar bilir, amma bu dünya çapına çıxartmaq, obyektiv şəkildə hamının qəbul edilməsinə çalışmaq da çətindir. Hətta tədqiqatçılar deyir ki, Nizami Gəncəvinin o Xosrov və Şirində Fərhadın o bir sütun dağını dağıtması, yarması da bir sütunda, çünki qədim türk abidələri olub, bəlkə də 10 min illər. O vaxtki əsrləri, türk əsrləri ora qaldırıb çökürmüşlər onu, o işlə məşğuluymuşlar. Mən bilirəm, amma bunu hələ dünya çox işləyiblər bunun üzərində. Dünya biraz da türkü bəyənməmək kimi dünya güclərində bir bəyənməmək yox, türk fobiyaları olub, türkdən qorxma məsələsidir. Qorxma məsələsi, halbuki imperiya xalqları, mən xoşlamıram imperiya xalqlarını. Yeganə türklərdir ki, dünya xoşlayır və ədalət gətirir. Nə Romalıları, nə Farsları, heç kəsi assimilyasiyaya məruz qoymayıblar. Qoymayıblar öz dilində. Qasım Süleymani ölməmişdən az müddət əvvəl bir çıxışı var. Ki 700 il deyir tariximiz yoxdur, boşdur, onu deyirsiniz. Boşdur deyir, bizim hətta dilimizi də dəyişib burada. Bu yerə çox basqınlar oldu, çox gəlib buranı tutdular. Deyir, nəhayət ki, biz onu bərpa eləməliyik. Mən sizə bir azı həqiqət açım. Deyin, həqiqət. Təəssüflə, bu saat ən qatı panirançıların hər tək-təkinin başının altını qozuyursan, türk balısı çıxır. Bu türk kökənlidir. Qasım Süleymanın... O təhlükəlidir də. Qasım Süleymanın özünün ana tərəfi türkdür, ata tərəfi lorddur. Farsa dəxli yox. Farsa dəxli yoxdur.
Amma Babəki Afşin axırı öldürdü də, yəni ələ keçdi. O da türk oğluydu. atan rəhmət. Əfşindəki Ağşında da Əfşin eləyiblər, olsun, bilirsiniz, dillərinə uyğun, işim yox. Məsələ budur ki, bizim özümüzdən qandalırıblar qolumuza, özümüzlə mübahisə deyik. Reallıqda mən bir dənə həqiqi mənada əsl fars zadəsi ola, zadəganı ola, fars olmuş ola, kökü, soyu, farslıqdan gəlmiş ola, fars belindən və farsçılıq eləyə mən tapa bilmirəm İranda. Hamısı qeyri-farslardır. Güney Azərbaycanı, Güney Azərbaycandan danışanlar da, o söz atanlar, şirin quyruğundan oynama falan deyir. Hamısı Azərbaycan türkləri. Yəni fars yoxdur onların arasında. Çox maraqlı gəlir. Bax bizim Azərbaycan dilini, ki Azərbaycan türkçəsini deyir ki, Azərbaycanda maraqlıdır ha. Bizim dilimiz keçmiş Pəhləvi ki, o da perslərə aiddir. Onun bir qolu olubdu. Sonra Monqollar gəlib sizi türkləşdiribdi. İddiasını ortaya atan Seyd Əhməd Kəsrəvidir. Seyd Əhməd Kəsrəvi haralıdır? Təbrizdir. Kitabın da adı Azəri Yazabanı Bastan Azərbaycan. Azəri-Azərbaycan əski dili. Bu kitabı mən gözəl oxumuşam. İddiası nədir? Nə fakt gətirir? Deyir ki, Mərəndin Gəlinqaya kəndində mən getdim, 2 dənə ailə tapdım ki, onların dilində müəyyən terminlər var idi. Onu da sonra biz araşdırmışıq. Əli Babayı da bunu yazır. Çox tanınmış o sahədə yazı qələm sahiblərimizdəndir. Deyir ki, görürlər ki, onlar 2 dənə Talış ailəsi zaman sürəcində olur da köçüb getmişmişlər o Talış ərazisindən o Gəlinqaya, Mərəndə. Çünki onların sözlərində tək-tük, məsələn, biz öz terminləri qalıbdır. İndi düzdə əriflər, onlarda türkçülükdə assimilasiya olublar. Onu stat götürür. Əgər belə olsa, bu saat İranın ən cənub şərqində Sistan Bəluçistan əyalətidir və oranın Çabahar limanıdır. Çabaharın kəndlərində Türkan kəndi var. Əhalisi də türkdür. İranın siz o yerinə gedə bilməzsiniz, gedib olmaz ki, gedəsiz, görəsiniz ki, burada türk izi yoxdur, türk adı yoxdur. Hətta deyirlər Pakistanla sərhəddə 20-dən artıq Azərbaycan türkü, ümumiyyətlə türk kəndi var. Mən toponimləri işləmişəm də, Güney Azərbaycan toponimlərini yaxşı bilirəm. Bax, mən sizə toponimlərdən nümunə deyim. Bir toponimlər belə götürəndə bir xalqın varlığının bəlgəsidir, yəni pasportudur. Toponimlər elə belə yaranmırlar. Xalq məişətinə, dilinə, mədəniyyətinə, sivilizasiyona uyğun toponim adları verir. İndi götürək, indiki İran ərazisini, indi İran deyiləni. Ən cənub nöqtəsindən götürək. İndi Fars körfəzi, yox, Fars körfəzi ki deyirlər və onun üstündə çox damarları şişir. Aynən əbədi Fars körfəzi olub və olacaq. Ərəblər də deyir Ərəb körfəzi. Bu nə Fars körfəzidir, nə Ərəb körfəzidir. Kəngər körfəzidir və buna bir dənə fakt vardır. Bəndər Abbas limanı deyirlər. Bəndər Abbas da Şah Abbasın hörmətinədir. O portağalları oradan çıxartdığına görə bir uzun zaman. Ondan qabaq nə idi? Gemburun idi. Gemburun Farsda dəmağı quşat deməkdir. Yaxşı, əgər burada farslar səndən qabaq min illərlə mədəniyyətləri olublar, niyə öz dillərinə uyğun o əraziyə ad qoymayıblar? Hələ biz dediyimiz o körfəz sözü ki var, İngiliscə olur golf, məsələn deyirlər Persian golf və ya məsələn xəlis deyirlər ərəbcə. Heç bu sözün farsçası yoxdur ümumiyyətlə. Götürüblər sonra Şahab adında xala xətrin qalmasını bir dənə söz çıxardıblar. Şah abda şahda malın buynuzuna deyər. Suyun buynuzu, su maldır bəyən, suyun buynuzu olar. Güya su məsələn tək, buynuz 2 dənə olar. Ən azı gələk bu 2 dənə belə gəlmiş olaydı. Yəni bununla reallıq ayrıdır. Gəlirsən İran hələ o güney hissəsini dedik. Gəlirsən ən ortasına ki, ora hesab necə deyim, səhralıqda çöllük, bayırlıqdır. Yəni o deyirlər kəstənkələrin tütək çalan yerdir, qumluq, belə necə deyim, yaşayışa heç belə müsait deyil. Oranın adı nədir? O səhranın, qumluğun. Bu saat yazıblar. Kəvir Lut. Kəvir yəni səhra. Lut da üçün ü müsəvvəti fars dilində yoxdur. U-na da istifadə edirlər. Lut peyğəmbərdən də aidatı yoxdur. Çünki Lut peyğəmbərin heç bu ərazidə olmayıb və Lutu dəstəkli tırla yazırlar. Əskəli padaxı müxtəlif zat var. Məsələn 4 dənə zı vardı. Bilirsən ki, bununla yazılanda bu sözün kökü hansındandır? Bu lüt çöllüyüdür. Elə çöllükdə bir şey bitməyəndə biz deyirik lütdür. Yəni bu bəllidir ki, mən dilimə gəlirsən mərkəzinə.
Dedim, gedirsən şərqinə, getsən indi Xorasan əyalətinə, indi təbiidir ki, bir 3 yerə bölünübdür. Ən belə o quzey sıfır sərhəd nöqtəsində də türklər yaşayırlar. Gəlirsən, indiki Sənəndət şəhəri ki, Kürdistan əyalətinin mərkəzidir. Bunun adı Sınandaşdır. Tarixi sənət var. Ya məsələn, Kirmanşah yazıblar. Bu Qaramanşahlarınkidir. Qaramanşahdır tarixi sənətləri. Çünki mən dedim, bunları işləyirəm, faktlarla işləməliyəm də. Hara gedirsən, da şimal-qərbdə də ki, demək lazımdır da, tamamilə öz yurdumuzdur. Bütün bunlar göstərir ki, burada ciddi, çox köklü, farklı türk sivilisasiyası olub, mədəniyyəti olubdur. Ancaq başqa mədəniyyətləri heç vaxt özündə əritmək istəməyib. Hətta bu saxta fars dili mədəniyyətinin ən çiçəklənən, inkişaf edən ki deyil, oraya gəlişmiş zamanı da elə türklərin, dövlətlərin altında olub. Bir də bunu mən burada bir dənə təkid edirəm. Bütün o fars yönlülər, burada fars sevdalıları və ya İranda pan-İrançılar iddia edirlər ki, Azərbaycan İranın ayrılmaz hissəsi olub tarix boyu. Və hələ burada iddialıdırlar ki, qaytaracaqlar İran tərkibinə. Yaxşı, siz deyən olsun, qal yatsın. Axı, bir məntiq də var da ortada. Baxırıq, görürük ki, real tarixdə, o kağız üzərində o nağıllardan çıxsaq qırağa, reallıqda indiki İran deyilən ərazidə aşağı-yuxarı az-çox olub zaman sürəcində, bu təbiidir, bir-birindən savaşda, davadalaşda olublar. O ərazi böyüyüb, balacalaşıbdır. Bu da başa düşüləndir. Müxtəlif xanlıqlarda, nə bilim, dövlətçiliklərdə, hakimiyyətlərdə. Ancaq həmişə ümumiyyətlə hakimlər, Azərbaycanın türklər olublar, paytaxtlarda türk ərazilərində olub. Məsələn, Qəzvindir, Təbrizdir, Tehran özü sonra paytaxt olmuş bir şeydir də. Bu nətər olur? Bir dənə paytaxt, hakimiyyət türk, paytaxt türk ərazisində özü, həmin o türk ərazisi, o qalan, o paytaxtdan asılı olan rayonların bir hissəsi ola bilər. Elə bil ki, paytaxt mümkün deyil. Elə bil ki, sən deyirsən, Qəbələ, nə bilim, Siyəzən, Xızı, Şəki, Quba, Şirvan, filan. Bunlar indi bir rayonlar ki, paytaxtdan asılıdırlar da, bir paytaxtın baş kəndin tabeliyindədirlər. 100 ildən sonra İraq olsun, məsələn, bura hər səbəbdən parçalanırlar, ya əksi olar. Könüllü şəkildə də dəyişə bilər. Hə. Sonra iddia eləyərlər ki, Bakı həmişə Şəkinin məsələn bir hissəsi olub. Bakı məsələn, nə bilim, Lənkəranın bir hissəsi olub. Lənkəran hakimiyyətinin bir tabeliyində olubdur, vilayəti olubdur. Bu gülüncdür də, belə olmaz axı. Hələ dövlətlər arası münasibətlər var, prinsiplər vardı, imzalar atılıbdır. Bir-birinin BMT-də rəsmi surətdə tanıyıb, səfir verib, səfir alıblar. İran Azərbaycanı bir ölkə kimi qəbul edibdir. Və siyasi münasibətləri var. Və dövlətçilik arasında da müəyyən anlaşmalar olur. İndi də ki, indi onların rəsmi medialarında həmin o Qasım Süleymani və ona taylar vardılar da, dururlar. Hamısı qırılıb qutarmayıb ki. Azərbaycan Respublikasının rəsmi mediada Bakı Cumhuriyyəti, Aran Cumhuriyyəti, Şimali İran, yəni Bakı əyaləti hətta adlandırırlar. Prezidentimizə Bakının qubernatoru deyirlər. Və sən, bura necə sənin bir əyalətindir, bura səfirlik açıbsan öz əyalətində, bu axmaq hərəkətlərə niyə laqeyd qalınır? Biz bu çağdaş dövrümüzdə danışırıq. Sizdə o qədər informasiya var, mən bayaqdan qulaq asam bilmirəm. Şimdi zaman eşidirəm, görürəm. Bir son sualımı da verim. Buyurun. Sizin bir fikriniz də biraz o fars meyillilərə, pan-İrançilərə zərbə oldu, bir şapalaq effekti verdi. Sasanilər fars olmayıb demişsiniz. Bəli, yenə də deyirəm. İndi onu bir daha deyim. Bizim çünki 300 mindən çox abunəçilərimiz var. Onun 50 mindən çoxu Güney Azərbaycandandır. Güney Azərbaycanda yaşayanlar hələ, mən xaricdə olanlar demirəm. Bəli. Və istəyəm bir daha deyəsin. Çünki bizim sıravi insanlar həmin adamlarla mübahisə eləyəndə olar. Bu Herodotdan tutmuş, nə bilim, mən həmişə gör deyirəm, inci məsələlərdə Əbülqasım Firdosini Şahnaməsi ilə, o da tarixi çox saxtalaşdırıb.
Ondan arqumentlər gətirirlər, biraz da hazırki təbliğatdan və bunlar əllərində bir arqument olmur onlara cavab vermək. Amma sizin kimi insanların zaman-zaman olur, güneydən, quzeydən alimləri bu kanalımızda danışdırırıq, artıq əllərində arqument olur. Mən üzr istəyirəm, haşiyə çıxım. Mən Dərbəndə getmişdim. Gördüm orada bizim Azərbaycanlılar, hətta onların arasında qız var idi. Səməd Vurğunun nəticəsi. Vaqif Səmədoğlu'nun nəvəsi. Dedi, bizə lağ eləyirlər. Orada anadan olub, orada yaşayır. Dedi, bizə lağ eləyirlər ki, siz qacarsınız, qacarsınız. Bunlar da bilmir deyə, qacar deyəndə utanırlar. Mən də bizim Faiq Ələkbərliyə, sizin də dostunuz, yaxşı tanıdığınız. Faiq Ələkbərlikdən xahiş elədim ki, bu qacar haqqında bir şey yaz. Getdim Dərbənd qəzetinə, onu göndərdim, tərcümə eləyib rusca verdilər. İndi artıq o Dərbəndəki Azərbaycanlılar güvənirlər. Biz qacar çünki bu ittiham eləyənlər də bir qacar kimdir? Elə pis eşidiblər də. Elə qacarsız, onlar qacardır. Elə bil deyirəm, onlar Çingizxan nəsildə, boş ver geçsin, nə biləm, bu Mehmedin nəslindəndir. Amma Mehmedi tanımadığına görə İrad, belə bir şey oldu. İndi siz deyirsiniz ki, Sasani, amma türk də olmayıb, bilirəm. Amma bu Sasanilər Fars olmadığına. Fars olmayıb. Çünki onlar Əhəmənilər, Sasanilər, nə bilim, Persiyalılar deyirlər. Və bu əsas Sasanidə danışaq. Mən istəyərəm heç olmasaydı bir-iki dəfə bu şeylərə aydınlıq gətirəsiz. Oldu. Onda icazə buyursanız, arada mən o qacarlara bir qısa giriş vurum. Buyurun. Bizdə həmişə tarix belə azıqlar. Bilirsiniz də, hakimiyyətlər gəlirlər, özündən əvvəlki hakimiyyətləri təxrib eləməklə özlərini daha da sevdirmək istəyirlər. Bu səhvidir. Həmişə tarixdə də belə olubdur. Həmişə deyirlər ki, qacarlar başarısız olublar, heçə-puça İranı dağıdıblar. Birincisi, qacarlar İranı aldığı, indiki İran deyilən ərazini zəndilərdən təhvil aldıqları, yəni təhvil gətirib belə əlinlə təqdim eləmədi, tutdu aldılar. O əldə etdiyi ərazini o zaman zəndən, hazırki İran ki qalıbdı, 3 bərabər ondan ələ artıqdır. Yəni o qədər İran kiçilmişdi, zəndilər vermişdilər əldən. Hərə özü öz başına bir dərəbəylik idi, xanxanlıq idi. Parçalanmışdı, xanlıqlar zətlər yaranmışdı. İndiki İranı və üstəgəl Qafqazya, məsələn, indiki Ermənistandır, Gürcüstandır, Azərbaycandır, Xəzərin o tərəfindən Türkmənistan filandan, onların hamısını Qacar Zəndiyədən alandan sonra gəldi, birləşdirdi. 1805-dən 1828-ci 25 il Qacar Napolon Bonaparte'ın ordusunu, Avropanın ən güclü ordusunu məğlub etmiş Ruslarla müharibə apardı və özü bərpa etdi ki, aldığı ərazinin bir hissəsini qayıtdı, itirdi. Nəinki İranın elə o cür çalmışdı. Halbuki Pəhləvilər ondan sonra bir güllə atmadan Ararat dağının, o tərəfdən Həratı, Ərvənd çayının, aşağıdan indiki Bəhreyn ölkəsini bir güllə atmadan, bir gün müqavimət etmədən, müharibə etmədən əldən veriblər. Bəs niyə bunu demirlər? Kim kifayətsizdir? Qacar yoxsa Pəhləvi? Qacar zamanına uyğun, hətta Qacarı da zaten Fətəli Şah zaten Napolon Bonaparte'la anlaşmışdır. General Qardanı göndərmişdilər. Qacarın ordusunu gündəmləşdirirlər, topxana falan eləyirlər. Sonra Rusla İngiliz başa saldı ki, Türkiyə təzədəndən istəyirsən, dirçəldəsən. Bu müqaviləsinə, öhdəlicinə əməl eləmədi, vəfasız çıxdı və son anda bu gördü ki, uduzubdur. Yəni, əksinə getdilər, Rusun qoşunun gəlişdirdilər. Texnologiya ilə, gündəmin texnologiyasına, topxana filan və nəticədə Qacar məğlub oldu. Bunlar ki, Qacarı belə tənqid elə və Qacarı deyəndə hiss elə baş aşağıdırlar, utanırlar. Yox, Qacar olmaq fəxridir. Yəni, sən döşü verib qabağa güvənclə deməlisən, mən Türkəm və Qacarı da savunduram. Bu, burası. Əsas üçün vaxtın azlığına görə Sasanilərə görə deyirəm, amma bir sözlə mənim marağımı... Deyin. Vaxtımız çoxdur, deyin. Bir sözlə mənim marağımı çəkdi. Bizə də belə aşırılırlar ki, məsələn, Monqollar gəliblər, sizi türkləşdiriblər. Halbuki siz keçmiş Fars Pəhləvi mədəniyyətinin bir qolusunuz və Azəriymişsiniz. Yaxşı, biz belə baxırıq, xəritəni qoyanda qabağımıza hər bir məntiq var da ortada. İndiki İran deyilən ərazisini Monqollar gəlmiş olsalar, şimal-qərbdən
şimal-şərqdən keçməlidir ölkə. Yəni birinci ərazi indiki Xorasan ərazisi gəlir orada Mazandaran, o Məşəd, Görqam, o Məşəd, tərəflərdən, oralardan gəlir, Gülüstan meşəlikindən gəlib sonda gəlib Azərbaycana çıxmalıdılar. Və 107 ildən sonra bunlar yavaş-yavaş əlaqələri kəsilir, devrilirlər, qayıdıb yenə hissə-hissə oradan çıxmalılar. Yəni ən son onların əlinə keçən ərazi Azərbaycanda ən birinci də oradan təxliyə olanlardan da yenə də Azərbaycandan təxliyə olurlar, qayıdırlar. Və Bağdadı Elcan da alıblar, bütün İran ərazisini alıblar. Ondan sonra Hindistanı da alıblar Monqolu, düzdür? Bəs nə tər olur, tək Azərbaycan türkləşib və niyə Monqollaşmayıb? Bir mədəniyyət, indi ərəblər gəliblər, bura qalib olublar. Monqol monqollaşdırar da, niyə türkləşdirir? Bu, Monqol əskərləri əllərində qılınc qalxan əvəzinə qələm dəftər gətirmişdilər, dərs keçirdilər ailələrdə. Kitabı ümumiyyətlə haram bilirdilər. Bəs axı ilkin terminlər iddia olunan qədim fars dilində yazı ilə, pozu ilə, mədəniyyətlə bağlı, yaşayış əşyaları ilə bağlı ilkin terminlər yoxdur, bir saxta deyil. Bu dildən necə mənim dilim yaranmış olar? Fars dilindən, indiki o fars dilindən Azərbaycan türkçəsinin və ya ümumiyyətlə türk dilinin qayda quralı yemir belə. İsm, sifət, mübtəda, bunların hamısı bir-birinə tamamilə fərqlidir. Bu necə ola bilər bu dil o dilin bir şaxəsi ola? Bunlar bu ümumiyyətlə az qala mümkünsüz şeydir. Tarixən belə şeylər belə min illər boyu davam edəndən sonra baş verir. Da 200-300 il içində yox. Amma Sasanilərin fars olmamağına görə. Əzizlər, izləyin, fikir də yazın, sual da yazın. Əgər çox sual yazsınız, növbədən kənar Əbib bəyi çağıraram, açıqlamalar verər. Buyurun. Baxın, hər bir əziz izləyicilərə diqqət eləsinlər. İstənilən adam getsin Sasani sikkələrini öz bildiyi dildə internetdə axtarsın. İlk sikkələr ki gələcək, qaladır və ay ulduzdur üzərində. Özdə 4, sağ, sol, aşağı, yuxarı hamısında ay ulduz var. Ay ulduz Sakaların, skit türklərinə aiddir. Sonra da İslamlaşdırılıb da. İslam mədəniyyətində kimi də qələmə verilib ki, İslam ölkələrinin bir çoxunda, məsələn Pakistanda İslamla əlaqəli məsələn ayır, nə bilim, bütün görürsüzdə belələr vardılar. Bunlar əgər perseydilər, o Əhura, Mazda filan, birinci Zərtüştlük hələ bu özdə böyük mübahisə yaradandı. Mən o işi araşdırıram, o sualların cavabı məndədir, amma davam edin. Buyurun. Birinci, niyə öz simvollarına, öz mədəniyyətlərinə, güya farsçılıq, məsələn Zərtüştlükə aid o simvollardan istifadə eləməyiblər? İkincisi, farslara, Sasanilərə mənsub bütün kitabələr, daş kitabələri, kətibələr ki deyilir, Cüneydə, lövhələr, yazılar, sənətlər, hamısı istisnasız ölmüş akit dilindədir. Bir dənə indik pers ondan bir kələməsindən baş asmır. Bunu mütəxəssislər şifrələrini açıb iddia etdikləri kimi qəbul etsək, bu səsi verir, söz budur, yazısı belədir. Heç bir farsa ondan bir kələməsindən baş açır. Bir faizində demirəm ha. Gərək ortada bir bağlılıq ola da. Bu belə deyil. Hətta təəssüflə, məsələn, ondan əvvələ deyil, həmişə deyirlər biz qalib millət olmuşuq, mədəniyyətli olmuşuq, belə zadılıb. İskəndər özləri deyirlər ki, gəlibdir, məğlub eləyiblər. Ərəb gəlib, məğlub eləyib. Monqol gəlib, məğlub eləyib. Türkləri özlərindən bilmirlər, deyirlər, gəlmədilər, 1000 il bunları məğlub. Bəs sən haçan möhtəşəm tarixin olub, öz ayğunun üstündə durursan, əzəmətli, ona güvənirsən. Sən ki, həmişə ilə başıva vurublar. Bəs bu olmaz belə iddia. Ondan da sonra Sasanilərin fars olmağına görə bütün dedim yazılar, o abidələr hamısı akit dilinə aiddir. Heç bir fars ondan başa düşmür. Ondan da sonra Firdevsi belə sinə əzbəridə bizə 1000 il o fars mədəniyyətinə nisbət yaxın idi. Çünki bizdən əvvəl olubdu. Firdevsi belə 300 il ərzində bu qədər birdən-birə dil dəyişildi, ərəbləşdi, farslaşdı. Həmin o iddia elədiyi fars dili və əlifbasında hələ yaza bilməyibdi. Əgər Firdevsinin dilinin yazdığı dili bu saat hər bir adam elə bilər ki, bu gün yazılıbdı. Halbuki Firdevsidən çox sonra
Məsələn, Nadir Şahın İskəndər bəy Münşi adında bir adı var, tarixçisi var da, bunu real tarixini yazıbdır. İskəndər bəy Münşi. Onun xəttinə baxırsan, cümlənin quruluşu bir dənə feili farscadır. Yəni heç zat lazım deyil. Götür atından translate denən ki, bu mətni ərəbcədən çevir farsçaya. Bu qədər rahat. Yəni dil qəlizdir, ərəbləşmişdir. Ondan 600 il əvvəl, 500 il əvvəl necə səlis farsça Firdovsi yazıbdı? Deməli bu dildə saxtadır. Şeirlə yazılır. Özə şeir maraqlı odur. Hə. Heç belə bir məntiq. Deməli üzərində işləyiblər də onu. Hayır, bax indi mən bir söz deyirəm. Təsəvvür edin siz qənd. Bax bu farslığın saxtalığında, farslı hər şeyi fars kimi qələmə vermək, boş-boş iddialara bax. Bax bu şəkər sözü nə vaxt yaranıb? Şəkər zavodu olmasa şəkər istehsal edə bilməzdilər ki. Düzdür ya yox? Qənd, şəkər. Əks sözü biz ki şəkil deyirik ha, fotoaparat, fotoqraf. Əks münəks olmaq, yəni eko mənasındadır. Bizim işığımız düşür ora, qayıdır və orada bizim təsvirimiz, görüntümüz qeyd olur. Ki burada əks, bəri əks tərsinə mənasında işlənir, əks halda, yəni elə olmasa belə, o deyil. Əks ərəbcə inikasdandır. Sənin surətin düşür ora, görünür. Və bu peşə ilə məşğul olana əkkas deyirlər. Yəni fotoqraf, kameramen bu işlə məşğul olana. Qardaş, bol-bol biz görürük, Hafizdə şeir vardı, deyir ki, şəkər şikən şəvən təmək tutyanıhin, zin qəndi parsi gibi bənqali mirəvət. Bu şəkər, qənd, zavodun 200 il deyil çıxıbdı. Hafiz zamanında bu sözlər hardan gəldi girdi ora? Özdə Fars, Tehran ləhcəsində, səlis müasir Fars ləhcəsində. Yəni burada saxtakarlıqlar olub da, bunların adından yazıb yaradıblar. Məntiq yoxdur bu ortada. Biz bunlardan istəsək danışaq, beləncik olmur da. Məsələn, biz bir tərəfli danışırıq. Yox, bilirəm. Mən bugün Həbib bəy istədim sizin o bilgiləri ümumi tanışlıq məqsədli olsun. Sonra ayrı-ayrı, məsələn, bir gün Firdovsidən, bir gün Qacardan, bax, belə danışa bilərik. Hətta mən harda olsa gəlib sizi çəkə də bilərəm. Çünki bu bilgilər cəmaatımız Onda bir dənə faktı mən icazə buyursunuz. Nə, buyurun. Mərida olunmur ki, İranın İslamdan əvvəlki tarixi dövlətləri də zərdüştlüklə məşğul olublar. Zərdüşt olublar. Zərdüştlüyün farslara dəxli yoxdur. Yaxşı, axı el belə deyirlər ki, zorla deyirlər belədir. Zərdüştün qanununa görə Avəstanında bunlar dəfn olunmurlar, bastırmırlar. Deyirlər, yer mundar olar. Qoyurlar daxmadan qurtquş yeyir. Biləm. Yaxşı. Bəs bu Sasanilərə aid abidələr, Əhəmənilərə aid abidələr olmamalıdır da. Deyirlər, əgər bunlar onlara aiddir. Bir şey ki, öləni qoyursan, qurtquş yer dağılır, çıxır, gedir. Məsələn, Zərtüş Qəbəsi vardı, deyirlər ki, onun üzərində farsça yazılıbdır. Biz baxırıq, görürük ki, 100 il bundan əvvəl, ümumiyyətlə onda bir yazı yoxdur. Heç onlara aid deyil. Amma sonra gətirib saxtakarlıqdan yazıblar. Bilirəm, o şeylər barədə məlumat var. Belə, çox sağ olun. Həbib bəy, parakəndə oldu, amma elə bu da bir yaxşıdır. Bilirəm, dəhtli deyincə nə olar? Fürsət yox idi. Adam bilmir nə deyə, amma o Xəzər Universitetində dəyərli izləyicilər, orada çıxış edib biraz hədyanın yanaşanlar var, dediyini başqa cür anlayanlar var. Mən əslində onun təksibi üçün, mənim üçün maraqlı idi. Həm də dostumuz, mən onun içini bilirəm, iliyini bilirəm. Ona görə heç belə deyim də, efirdən daha çox belə özüm söhbət edib, həmişə məlumat almağa çalışıyorum. Amma düşünürəm ki, indi bizə elə gəldi ki, ala yarımçıq dedik, amma izləyicilərimiz üçün məncə kifayət qədər belə deyim, lazım olduqca bugün bilmişəm ki, elə bizim redaksiyamıza da yaxın yerdə olur. Elə o deyir, həftə 8, mən 9 görüşərik. Dəyərli dostlar, mən Dərbənddə olanda çox olmuşam. Dərbənddə olanda orada Məhərrəm kənddən o Dərbəndə tərəf gedəndə yolda Dərbəndin şəkili var. Orada rusca yazılıb ki, Dərbənd Rusiyanın ən qədim şəhəridir. Vladimir Putin. Dərbənd. Çox dəydi mənə o söz. Yəni Rusiyanın ən qədim şəhəridir. Biz də bu fikirlər müəyyən müddət Həbib bəy demişik. Keçəndən sonra deyəcəklər Rusiyanın olub da. Hələ yaxşı ki orada rusları çıxardıblar. Qazanı kazan eləməkdən güya məsələn o ruslaşdırıblar. Amma yeni nəsillər anlamır da. Əgər bugün hamımız məcburi xristianlıq qəbul eləsək, sabah doğulan uşaq görər ata xaç çevirir, evdə kilsə var, deyər elə yəqin belə olub.
Belə olub. Hamının geni daşımır, axı gen də təzələnir doğulanda. Gen Yəni yaddaşı. ona görə bu Təbrizdə, ümumiyyətlə Güney Azərbaycanda da belə şeyləri adam çox görür, təsir eləyir. Biz də öz haqqımızı, hüququmuzu almalıyıq. Biz bacardığımızı eləməliyik. Mən Türkiyədə olanda dedilər ki, sizin səhviniz bilirsiniz nədir? Deyirəm nə? Deyirsiniz, hamınız istəyirsiniz Qarabağı alınmasını görəsiniz. Azərbaycanın birləşməsini görəsiniz, Dərbəndi görəsiniz, Kərküyü görəsiniz. Deyir, ola bilər görməyəsiniz. Amma siz üzərinizə düşən bu belə periodu, o vəzifələri yerinə yetirin. 70 ildə Sovet insanı Təbriz deyə-deyə, Güney deyə-deyə çatladı, öldü. Gedə bilmədi ora. O deməkdir ki, davam eləməzdi. Amma mübarizə apardılar, axıra qədər getdilər, canlarını qurban verənlər oldu. Biz də bugün şərt o deyil, bu dəqiqə Uyğur gəlsin, Azərbaycana birləşsin. Amma cəhd eləməliyik, nəsə eləməliyik ki, bu yetişsin gələcək nəsillər üçün. Sağ olun, var olun, kadr arxasından çəkinməyin. Çox sağ olasınız mənim.